Azərbaycan filmlərində ən çox hansı qadın obrazları yadında qalıb? Qaynana, Ögey ana, Nərgiz xala, Bəs müstəqillik illərində çəkilən filmlərdən? Təxminə, Seda. Daha çox fikirləşirsən. Sən çox fikirləşməyəsən deyə ölkəmizdə Mən Qadınam adlı ssenari müsabiqəsinə start verilib. Deməli biz də sabah saxlamadan bu haqda danışacağıq. Yaxın oturun. Axşamınız xeyir. Ölkəmizdə qadına, onun əməyinə və cəmiyyətdəki roluna həmişə böyük önəm verilib. Bu məsələdə milli kinomuz da kənarda qalmayıb. Azərbaycan kinosu yarandığı vaxtdan indiyədək tamaşaçılara yüzlərlə qadın obrazı təqdim edib. Özü də müxtəlif dəyərlərə sadiq, müxtəlif təbiətdə, müxtəlif dünya görüşündə. Aç gözlərini, aç. Mənim əziz oğlum. Ayıl, mənim mehriban balam. Bugün kinematografiyamızda müasir qadın qəhrəmanların yaradılmasına ehtiyac duyulur. Qadınların cəmiyyətdəki misilsiz rolunu, müstəqillik illərində kinomuzda parlaq qadın obrazlarının azlığını nəzərə alaraq, Azərbaycan Kinematoqrafçılar İttifaqı Mən Qadınam adlı qısametrajlı bədii film ssenari müsabiqəsi elan edib. Məqsəd kinomuzda müasir qadın qəhrəmanların yaradılması işini təşviq etməkdir. Müsabiqəyə təqdim olunacaq qısa metrajlı film ssenariləri janrından asılı olmayaraq özündə müasir Azərbaycan qadınının bütün çalarları ilə dolğun obrazının yaradılmasını, onların şəxsi rifahı və cəmiyyətin məqsədləri uğrunda mübarizəsini, şərq və qərbin qovşağında yaşamanın özəlliklərini, gender bərabərsizliyinin fəsadlarını kino dili ilə ifadə etməlidir. Mərkəzində qadın olan filmlərin sayı çox azdır. Və mən düşünürəm ki, bu Azərbaycan kinosunun kişi mərkəzli olması ilə bağlıdır və Azərbaycan rejissorlarının əksəriyyəti kişi olub, bir-iki qadın rejissorumuz olub. Onların da çoxu mühafizəkar baxışı filmlərində duyulur. Və bizim bu kino ittifaqının müsabiqəsinin keçirilməsində əsas məqsədlərdən biri qadın mövzusunu gətirmək, qadın problemlərini gətirmək və daha çox müxtəlif qadın obrazlarını yaratmaqdır. Yəni qadın mövzusuna ən müxtəlif rakurslardan yanaşmaqdır. Sevda Sultanın sözlərinə görə bu müsabiqə yeni imzaların kəşf olunmasına meydan yaradacaq. Kinoya istehsalında maraqlı olan həm telekanallarda, Mədəniyyət Nazirliyinin özündə müxtəlif prodakşnlardır. Bir növ belə bu ssenarilər təklif eləyir ki, yəni bunlara bir film çəkilsin. Çünki bizdə Azərbaycan kinosunda ən ciddi problemlərdən biri ssenari məsələsidir. Həm də bu yeni imzaların üzə çıxarılması. Ona görə də bu cür ssenarilərin keçirilməsi çox önəmlidir bizim kino üçün. Müsabiqədə iştirak etmək istəyənlər film ssenarilərini 15 may 2022-ci ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə təqdim etməlidirlər. Təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamalıdır. Müsabiqədə 3-cü yer 1000, 2-ci yer 1500, qalib isə 2000 manat məbləğində mükafatlandırılacaq. Bundan əlavə, qalib ssenarilər istehsalı məqsədə uyğun layihə olaraq Mədəniyyət Nazirliyinə təqdim olunacaq. Bəs bu müsabiqə Azərbaycan filminə hansı yenilikləri gətirəcək? Müasir dövr filmlərimizdə Azərbaycan qadınının obrazı necə olmalıdır? Qadın obrazının real təsviri qadınların cəmiyyətdəki yerinə və roluna necə təsir göstərir? Bugün sabahı saxlamadan bu barədə danışacağıq. İctimai televiziyanın efirində sabah saxlamayaq vaxtıdır. Artıq süjetdən də bildiniz ki, bugün Azərbaycan filmində qadın barədə danışacağıq. Fikirlərinizi, suallarınızı ekranda gördüyünüz əlaqə vasitələri ilə bizə yazın. Siz hansı qadınların filmdə obrazının yaradılmasını istəyərdiniz və sizin yadınızda qalan ən parlaq Azərbaycan qadını obrazı hansıdır? Bu barədə bizə yazın. Biz isə studiyamızda müzakirəmizə başlayırıq. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarovla başlayacaq söhbətimizə. Bildiyim qədərincə Mən Qadınam qısametrajlı bədii film ssenari müsabiqəsi ölkəmizdə qadına yönəlik ilk belə bir müsabiqədir. Əgər olubsa da son illərdə mən bu barədə eşitməmişəm, bilməmişəm. Ona görə daha çox diqqətimi çəkdi və istəyərdim elə bu məqamdan başlayaq ki, nəyə əsasən məhz bu mövzunu seçdiniz? Birinci mən təşəkkür edirəm. Mən belə şok yaşadım. Siz bu qədər müsabiqəyə vaxt, diqqət ayırdınız. Minnətdaram İctimai kanalın rəhbərliyinə və bu verilişin müəlliflərinə. Bu ona görə belə yarandı ki, biz həyatda gördüyümüz xanımları, həyatda bizi riqqətə gedirən xanım personajları, xanım qəhrəmanları baxdığımız filmlərdə görmədiyimizdən əmələ gəldi. Yəni, biz görürük ki, bu son dövrün, məsəl üçün, müharibənin fəsadları və yaxud qələbəmizin qüruru və yaxud da ki, iqtisadiyyat aləmində baş verən
dəyişikliklər cəmiyyətimizdə, geyimimizdə, yeməklərimizdə və yaxud da ki, ailə ukladında dəyişikliklərdə xanımlarımız öndədirlər və onlar dəyişirlər və onlar bu problemləri də olur, uğurları da olur. Biz artıq avtomobil rulu arxasında qadın heç kimdə şok yaşatmır. Artıq Yəni qadın cəmiyyətin önündədir, amma filmin önündə deyil. Amma bütün bu personajlar bəli kinoya gəlmir. Yəni bizim əsas məqsədimiz odur ki, qəribədir ki, Sovet dövrün kinosunda güclü qadın obrazları daha çox təşkil edir. Nəinki müstəqillik kinomuzda var nümunələr. Məsələn, Elçin Musaoğlu'nun Nabat filmində baş qəhrəman Nabat obrazı çox güclü obrazdır. Hüseyn Mehdiyevin Özgə Vaxt filmində Ayan Mirqasimovun yaratdığı, eləcə də Oktay Mirqasimovun Günaydın Mələyimdə həmin aktrisanın yaratdığı obrazlar var. Amma bilirsiniz, belə bu çox azdır. Və biz yeni psixoloji tipləri görmürük. İndi çox uğurlu belə bir xanım obrazlar var. Məsəl üçün, həm milli dəyərlərdir, amma həm də modern xanımdır. Həm iş adamıdır, həm də gözəl ailə başçısıdır. Və yaxud da ki, heç bir dəyişikliyə baxmayaraq çox arxaik dəyərlərin daşıyıcısıdır, konservativ dəyərlərin daşıyıcısıdır və düşünərək daşıyıcıdır. Bu da kənddə yaşanı var, şəhərdə yaşanı var və yaxud da kəndlə şəhərin həyatını özündə birləşdirən var. Yəni, ofislərdə, zavodlarda, banklarda, avtobusda, metroda gördüyümüz rəngarəng xanım obrazları, qadın obrazları kinoya gəlmir. Kinoda çox tipik olur. Yəni, güclü kişinin yanında sönük bir həyat yoldaşı, güclü oğlun yanında bir sönük bir bacısı obrazı və s. və ilə. Biraz da ştamplar var ki, ya aş bişirən, xörək bişirəndir. Təkrarlanan obrazlar. Təkrarlanan bir stereotipli yanaşma var. Bir sözlə, elə kino qəhrəmanlarımızın dilincə desək, kinoya baxanda görürük ki, elə tarlada da qadın, evdə də qadın. Bəli, bilirsiniz, burada biraz, yəni, hətta biraz televiziyada da belədir ki, məsəl üçün, siz məsələn tok-şou aparırsınız, problem qaldırırsınız və ya sizin analitik politoloji tok-şoularda da xanım personajlar olur. Amma bilirsən ki, elə audiləsi var ki, xanımlar hamısı necəsə yemək verilişlərini xanımlar aparır. Biraz stereotip yaranır ki, xanımlar ancaq yemək pişirməlidir və yaxud da əyləncədə biraz belə stereotiplər olur. Yəni, cəmiyyət görməlidir bu obrazları. Düşünən qadın obrazlarını, intellektual işlə, məsəl üçün, yazar xanım obrazı, alim xanım obrazı, böyük bir biznesin rəhbəri olan xanım obrazı, bunlar yoxdur. Bunlar olmalıdır. Və sizin müsabiqə bütün bunları meydana biz gətirir. stimul verə bilərik, biz balaca bir işıq yandıra bilərik, biz səbəb ola bilərik. Və konkret, məsəl üçün, Hacı bəy bizim əvvəlki senari müsabiqəsində iştirak elədi və qalib oldu və dedi ki, bu ideya, mənim qalib gəldiyim senari ideyası illərlə yatıb qalmış. Sizin elədiyiniz müsabiqə impuls oldu ki, o işi bitirim. Senari müsabiqəsi bizim resursumuz yoxdur, o film sonra çəkilsin. Amma biz senariləri eləyirik, ondan sonra aidiyyatı orqanlar bu qalib senarilərə diqqət ayırmalıdır. Proses ən azından hərəkətə gəlir də. Təkan vermək. Bəli, təkan çox Mexanizm işə düşür. Bəli. Yazıcı dramaturq Əyyub Qiyas studiyamızın qonağıdır. Əyyub bəy, bugünədək filmlərimizdə canlandırılan qadın obrazlarını xatırlayaq və hansı obrazlar yadda qalan olub və bunlar bir qədər əvvəl elə Əlisa mənim də dediyi kimi real həyatı olduğu kimi əks etdirə bilibmi? Əvvəla tamaşaçılarımızı salamlayıram, studiyanın qonaqlarını salamlayıram. Elə söz arası Əlisa bəylə danışdıq. Bu müsabiqənin adı çox belə, klişesi çox maraqlıdır. Yəni, burada məhdudiyyət yoxdur. Adın özündə məhdudiyyət yoxdur. Və sizin sualınıza cavab olaraq deyim ki, mən Sovet dövründə belə bir təbliğat var idi də. Yəni, kino sırf təbliğat maşınının bir əsas mexanizmlərindən biri idi. Və tutaq ki, qadın-kişi paralelləri mütləq müsbət qadın, müsbət mənfi qadın, mənfi kişi. Bunlar hamısı kinoda, yəni konkret çərçivələrin içində mütləq idi, tələb olunurdu. Ona görə də Sovet dövründə, məsəl üçün, portret kişi filmləri daha çox idi. Amma ona yaxın qadın, portret olmasa da, yəni onun yanında bir qadın, mübariz qadın görürdük. Tutaq ki, məsəl üçün, antipod ərin yanında, Əlisa müəllim dediyi kimi, bir mübariz qadın görürdük. Məsəl üçün, Aygün filmi çox maraqlı, Səməd Urğun Aygün filmi portret olaraq maraqlı film idi. Sonra, məsəl üçün, Hüseyin
Seyidzadənin Qaynana filmində Cənnət xala komik obrazından olmağına baxan mühafizəgar fikirli qadın portret idi. Və son müstəqillik dövründə isə yenə də Əlisa bəy onu dedi, Elçin Musoğlu'nun Nabat filmi mənim üçün nömrə 1-dir. Yəni qadın portret olaraq həm mövzu baxımından nömrə 1-dir, həm psixoloji baxımdan yəni nömrə 1-dir. Yenə də deyirəm ha, yəni sırf qadının əvvəldən axıra qədər film qadının üstündə yüklənməyi. Başqa filmlərdə paralellər var təbii ki, qadınla kişi yanaşı gedir. Nabatda isə bütöv yük Nabatın üstündədir. Yadda qalan filmlər, məsəl üçün, qadın obrazları ilə Sovet dövründə daha çoxdur, mənə elə gəlir. Daha çoxdur. Müstəqillik dövrümüzdə həm də ki, o Sovet dövrü filmlərini daha çox televiziyalarda, məsəl üçün, o vaxtı kinoteatrlarda biz görmüşdük. İndi o televiziyalarda müasir filmləri biraz az-az göstərirlər, az raskutka gedirdiyin. Biz bəlkə də obrazları tanımırıq. Yəni tamaşaçıya təqdim olunsaydı həmin obrazlar daha çox yadda qalırdı. Məncə yox deyil də. Yəni yox olmamış deyil, yox deyil. O obrazlar var, o filmlər çəkilib. Yəni aşağı-yuxarı epizodik olmayan, məsələn, orta yüklü rollar, qadın obrazları var. Sadəcə, yenə deyirəm, tamaşaçı yəqin ki, onları görməyib. O qədər də kütləviləşməyib deyə bilərik. Kütləviləşməyib, bəli. Olsa da çox azdır. Yəni siz deyəndə, məsələn, qəribədir ki, məsəl üçün bu komediyaları çox çəkildi, uğurlar da var, uğursuzlar da. Orada da qadın personajlar demək olar ki, bildiyimiz kimi bütün komediya ulduzları kişilər damız. Yəni ulduz cəhətdən də götürsək ki, müasir Azərbaycan kinosunda son 10-20 ildə ulduz xanım personaj mən kişi tapa bilərəm. Yəni ki, amma qadın... Ad sadalayanda da kişilərin adları üstünlük təşkil edir. İmkan verirsiniz ki, imkan vermirsiniz. Kino tənqidçi Hacı Səfərov studiyamızdadır. Hacı, Əyyub bəy deyir ki, biz Sovet filmlərinə baxanda qadını daha parlaq görə bilirik, nəinki müstəqillik illərində çəkilən filmlərdə. Sizin gözünüzlə məhz o müstəqillik illərində çəkilən filmlərdəki qadınlarımıza baxmaq istəyirik. Parlaq olaraq nələr yadınızda qalıb? Məsəl üçün, verilişin əvvəlində mən soruşdum, həmkarım ilk yadına düşən Təxminə və Ögey Ana, üzr istəyirəm, Bəxt üzü filmindən Seda obrazı oldu və üçüncü haqqında yəqin ki, hələ də düşünür, indi xatırlayanda yəqin ki, bizə deyəcək. Məsələli Bəxt üzü filmindən Söylə obrazını da deyə bilər. Əslində, həmin o filmdə demək olar ki, qadın obrazlarının bir neçəsinin adını çəkə bilər, amma ilk ağla gələn ki, onu da qeyd elədim. Müstəqillik dövrü Azərbaycan kinosunda biz diqqət elədiyimiz zaman həqiqətən də o əskiliyi görürük. Məncə burada biraz problem bir növ qadınların rejissor olaraq özlərini, rejissor qadınların azlığından da qaynaqlanır, həmçində senarist qadınların. Çünki kişilərin öz dünyası var və o dünyanın daxilindən o qadınları nə qədər səhih formada, düzgün formada çatdıra biləcəkləri mübahisəlidir. Digər tərəfdən isə məsələn, danışdığımız Nabat filmi, Özgə Vaxt filmi, orada baş rolda olan qadınlar, biz onların portretini görürük. Xüsusilə Özgə Vaxtda biz orada qadın, həmin o baş roldakı qadının atası ilə münasibəti üzərindən görürük. Yəni, bir ailə məişət zəminində görürük. Yəni, biz onu azad bir qadın kimi, bir ictimai bir prosesin içində görmürük. Nabat filmində də təəssüf ki... Qadın həyatı olmayan bir obrazı görürük. Bəli, orada bir qadın həyatı yoxdur. Sadəcə onun müəyyən atasının həyatını, Özgənin vaxtını yaşayan bir Özgənin vaxtını yaşayır, orada atası ilə bir yerdə yaşayır və nəhayət atası öləndən sonra artıq öz həyatını yaşamağa başlayacaq bir metaforu qurulur həmin filmdə. Nabat filmində isə, orada məncə Nabat filmində metaforik bir qadın obraz var. Necə orada qadın həm də vətəndir, o qadın orada bir obraz olaraq öz evini, vətənini tərk etmək istəmir və bunun üçün mübarizə aparır. Həmin o mübarizənin simvolikasıdır. Təbii ki, bu Nabat filmi daha çox mübarizə ehtiva eləyir və bu baxımdan maraqlıdır. Amma digər nümunələrə baxsaq biz görərik ki, bu olan filmlərin demək olar ki, heç birində qadınlar önə çıxmır. Xüsusilə maraqlı bir test var. Bu test haqqında da danışmaq istəyirəm. Bu Hollywoodda filan çıxıb ki, bu Bechdel testi adlanır. Bu test nədən ibarətdir? Qadınlar filmlərdə varmı? Varsa öz aralarında danışırlarmı? Danışırlarsa bu neçə faizi onlar kişilər haqqında danışmırlar. Öz işləri haqqında danışırlar. Maraqlıdır. Azərbaycan filmlərində belə bir şey varmı? Demək olar ki, yoxdur. Azərbaycan filmlərdə qadınlar olsa belə yenə də kişilər haqqında danışırlar. Yəni, bu əslində vəziyyətin necə tragik olduğunu göstərir ki, Azərbaycanda qadınlar ancaq kişilər tərəfindən interpretasiya olunur. Yəni, kişilər onları bizə göstərirlər, kişilər onların
kişilər haqqında nə düşündüklərini bizə göstərirlər. Bu özlüyündə bir problemdir. Təbii ki, bu problemin çıxış yolu nədir deyə sorsanız mənə, mən belə düşünürəm ki, bu cür müsabiqələrin keçirilməsi vacibdir və mütləqdir. Digər tərəfdən isə təşviqat daha çox olmalıdır ki, bu sahədə qadınların sayı artsın, daha çox qadınlar iştirak eləməlidir, daha çox yazmalıdırlar. Çünki yenə də əvvəldə dediyimə qayıdım, orada kişilər ola bilər. Biz dünya kinosunda da bu tendensiyanı görürük ki, qadınlar qadın dünyasını daha yaxşı yaza bilirlər, nəinki kişilər. Çünki kişilər qıraqdan baxan bir gözlə. Onsuz da ssenari yazanda və ya dramaturji bir əsər ortaya qoyanda həmişə bu deyilir ki, məsələyə içindən baxmaq. Ona görə də kişilər heç vaxt o söhbətə həmin o qadın dünyasına içərdən baxmaq istəsələr belə, nə qədər bunu çalışdılar da tam qadınlar kimi baxa bilməzlər. Məncə burada həm də qadınların kino sənayesində iştirakını təşviq edərək bu problemi zamanla elə baxırlar deyə biz filmlərdə gördüyümüz qadınlar da kişiləri müzakirə eləyir, qadını deyilmi? Bəli, orada həqiqətən də görürük ki, ancaq kişilər müzakirə olunur, kişilər onu elədi, bu elədi. Yəni, burada biraz bundan çıxmaq lazımdır. Qadınların öz həyatı, öz düşüncələri, onların kişilərsiz bir həyatını da göstərmək lazımdır məncə. Hacı bəy, yəni belə demək olarsa ki, kişilər məhz qadın gözü ilə baxırmış kimi görünürlər, yəni imitasiya edirlər, amma əslində heç də elə deyil. İmitasiya belə etmirlər, açıq-aşkar şəkildə, yəni dediyimiz kimi bu qədər insan oturur və biz nümunə olaraq cəmi 3-4 film sadalaya biliriksə, bu o deməkdir ki, heç imitasiya da etmirlər, kişilər sadəcə özlərini çəkirlər. Yəni. Qətil günü filmini bura dediklərinizə şamil edə bilərikmi? Orada da rejissor xanımdır, ona görə. Orada rejissor qadındır, amma o bir əsərin adaptasiyasıdır və o həmin əsərdə, o əsərdə də bütün baş qəhrəmanlar kişidir. Yəni, nəzərə alsaq ki, Yusif Səmədoğlu yazır və orada hamısı kişilər ətrafında gedir bütün hekayə. Film çox uğursuz film. Gözləntiləri doğrultmuyor. Yəni, gözləntiləri. Bizə romanın o vaxtı qaldırdığı ajotajı, o səs-küyü film ona etibar eləyə bilmədi, göstərə bilmədi. Biz o filmdən başqa şey gözləyirdik, o filmin çəkilişləri. Dünya kinosunda ərəbi orijinalından güclü olan kino yoxdur. Yoxdur və ona görə də bu biraz məsuliyyət tələb edirdi. Gülbəniz xanım gərək bunu eləməzdi. Mən Gülbəniz xanımın ruhuna hörmət və sizin rəyimizə hörmət olaraq biraz razılaşmıram, amma mübahisə edirəm. Mən də hörmət edirəm. Gülbəniz xanım ustad idi, amma alınmadı o film. Bir dənə qəribə odur ki, seriallarda, amma teleseriallarda. Çünki serial cəmiyyətdə gedən proseslərə o saat reaksiya verməlidir. Hətta bəzi serial müəllifləri YouTube-la yazışmalara, kommentlərə fikir verib, oradan süjetlər zatlar ki, orada qadın personajlar çoxdur. Çünki ola bilər ki, onlar məcburən ki, onların qadın tamaşaçıları çoxdur. Yəni, teleseriallara, kinomuza nisbətən... Seriallarda daha çox həyat məişətdən bəhs edir. Burada artıq kişilər xəsislik eləmir, qadını mətbəxə ürəyinə buraxır. Orada qadının məncə olmağından olmamağı daha yaxşıdır. Ola bilər, orada da... Xanım paltar yuyan, evdə söz-söhbət salan, gizli söhbətlər aparan və ancaq məişət söhbətləri ilə məşğul olan bir obraz kimi göstərir. İntriqaları alovlandıran seriallarda çoxdur. Bəli, evdə ancaq söz-söhbət yaran kişilər söz-söhbət yaratmır qətiyyən, amma oradakı xanımlar ancaq söz aparmaq, gətirmək və... Bakı Dövlət Universitetinin Sosial İş Kafedrasının müəllimi Tamira Əlizadənin fikirlərini buyurun, davam edin. Və bilirsiniz, filmdə, kinoda bizdə gender stereotipləri ilə doludur. Demək, düzgün olmazdı ki, ancaq bizdə, dünyada da belədir. Elə bəy də doğru vurğuladı ki, xanımların hətta kinoda danışmaq faizindən əsas rolda olmağına qədər çox aşağı göstəricidir və hətta dəhşətə gətirən bir şey odur ki, məvaciblər belə kişi aktyorlar üçün dünyada, Azərbaycandan düzdür deyə bilmərəm, amma dünyada daha çoxdur kişilərin məvacibləri qadınlardan və başa düşülmür ki, bu niyə, səbəb nədir? Amma stereotiplərlə doludur. Və hətta belə bir anlayış var ki, qadın filmi, qadın kinosu. Məsələn, mənə görə... Qadın ədəbiyyatı, hətta buna qədər bölürlər. Qadın şeiri, qadın romanı. Bəli, məsələn, Jane Austen, o dəqiqə mənim ağlıma gəldi ki, bu. Amma biraz təhqiramizdir. Yəni ki, qadınların çəkdiyi, biz ancaq, qadınlar ancaq sevgidən, məhəbbətdən, ağlamaqdan, mətbəxdən, münasibətlərdən düşünürük. Elə deyil. Mən istəyərdim ki, bir izləyici kimi, təbii ki, mən istəyərdim ki, hər kəsin qadın obrazı, qadın filmi deyəndə Angela Merkel yadına düşsün. Amma təəssüf ki, hər kəsin qab yuyan, ərinin
yumruqları altında əzilən, mübarizə aparan bir xanım obrazı yaranır. Və ona görə də biraz o, hətta o festivalin və müsabiqənin, üzr istəyirəm, adı da məni, o da istəmirəm ki, çox incə nöqtə var da, mən qadınam da, əgər hamı stereotipdən çıxış eləyəcəksə ki, mən qadınam, aha, deməli, həyat yoldaşımla mübarizə aparmalıyam, atamla mübarizə aparmalıyam, yaxud qadınlığımı təsdiq eləməliyəm. O mövzuya qaçılsa, stereotipik yanaşılıb. Mən əminəm ki, ssenari verənlərdən çoxu da bəylər olacaq. Bu olacaq yenə təkrar və nəticəsiz bir iş. Ümid edirik seçməzlər, çünki biz hazırlanmış posterdə seçilən qadın siluetuna baxanda onun qadınlığının çox qabardılmamasını görürük və məncə bu çox müsbət haldır. Bəli, mən də istəyərdim ki, orada 90-60-90, 175 boylu xanımlar yox, real həyatda olan və real həyatda öz fəaliyyətləri ilə məşğul olub, nailiyyətləri ilə irəlidə cəmiyyətdə görsənən xanımlar olsun. Çünki yenə də dediyim kimi stereotiplərlə doludur və bu stereotiplər ona təsir edir ki, yəni atalar, gələcəyin ailə başçıları o filmə baxır, deyir ki, hə, məsələn, o seriala baxır, görür ki, xanım müğənnidir deyə, səhnədə çıxış eləyir deyə həyat yoldaşı ona təzyiq edir, gizli-gizli gedir, ifa eləyir, uşağının hansısa serial ssenarisini mən ötəri gözlə görmüşdüm elə. Və o başa düşür ki, hə, xanım ifaçıdırsa, onu əzmək, incitmək lazımdır, bu düzgün deyil. Amma biz, qapalı sistem yaranır da, kino həyatı əks etdirir, serial əks etdirir ki, həyatda zorakılıq var, məcbur olur ki, bu bunu əks etdirsin, bu da bunu əks etdirsin. Bəs necə əks etdirək ki, məhz insanlar onu doğru, yanlış anlamasınlar, doğru istiqamətə yönəlsinlər? Biz qısa fasilədən sonra davam etdirəcəyik mövzumuzu. Filmlərimizdəki qadın obrazlarından danışırıq. Qısa fasilədən əvvəl qonaqların bir neçəsinin maraqlı fikirləri oldu və bu maraqlı fikirlərdən çıxarış edərək jurnalist, publisist Ramilə Qurbanlıya bir sualımız olacaq. Ramilə xanım, Hacı bəy də qeyd elədi ki, çəkilən filmlər məhz kişilərin baxışı ilə çəkilir. Yəni, filmlər bir kişi baxışı var və istərdik bir qədər də sizdən fikir alaq. Qadınlar baxsaydı görəsən o filmlər necə olardı? Azərbaycanda olaraq filmlərə qadınlar da baxsaydı, yəni ssenari müəllifi də qadın olsaydı, rejissoru da qadın olsaydı, dünya kinosunda yaranan bütöv qadın obrazları yenə yaranmayacaqdı Azərbaycan kinosunda. Niyə? Görə? Bu biraz da mentalitetlə bağlıdır. Azərbaycan qadını heç vaxt daxilini, içini, düşüncəsini, həyatını, həyat tərzini bütünlüklə ortaya qoya bilmir. Nə mane olur? Nə isə mane olur. Dedim də, görünür mentalitetlə bağlıdır. Tamlıqla ehtiyat eləyir, bütövlüklə qoya bilmir içindən keçənləri. Bütövlüklə də əgər sənətdə müəllif içini bütövlüklə açıb qoya bilmirsə, düşüncəsini sərbəstliklə yaza bilmirsə, o sənət ümumiyyətlə alınmır. Necə ədəbiyyatda, elə də kinoda. Məsələn, mən bayaq Hacı onu da o fikrə də vurğuladı ki, qadın kimi düşünə bilmir də kişilər, qadının nəzəri ilə baxa bilmir. Azərbaycan ədəbiyyatında məsələn, mən yeganə heyrət elədiyim Niyə də düşünməlidir ümumiyyətlə? Cəfər Cabbarlı olub ki, əsərlərin oxuduqca düşünmüşəm ki, ilahi, insan həm də o qədər həyat təcrübəsi olmayan, o qədər çox yaşı olmayan, gənc yaşında həyatdan köçüb də Cəfər Cabbarlı. İnsan necə qadının iç dünyasını, qadının düşüncəsini, qadının hansı məqamda nə düşündüyünü, nə yaşadığını bu qədər tamlığı ilə verə bilər. İncəliyi ilə duya bilər. Elə bir, məsələn, əsəri oxuyursan, düşünmürsən ki, bunu bir kişi yazıb. Adam elə gəlir ki, bir qadın yazıb. Fikir verirsinizmi? Təkcə Sovet dövründə yox. Həm Sovet dövründə, həm müstəqillik dövründə bizim filmlərimizdə tam bütöv qadın obrazı yoxdur. Bir nümunə çəkmək olmaz. Məsələn, nə qaynana bütöv Azərbaycan qadının obrazı deyil, bir tərəflidir, bir sahədir, bir qaynanadır, vəssalam. O bir ana deyil, bir nə bilim, nənə deyil, ümumiyyətlə bir qadın kimi yanaşma yoxdur qaynanaya. Ancaq qaynana kimi yanaşma var filmdə, görürsünüzmü? Deməli, tamlıq təşkil edən bütöv bir obraz deyil. Və yaxud ögey anada Dilarə, yenə bütöv obraz deyil. Son vaxtları götürək, Rasim Ocaqovun filmlərində
Rasim Ocaqovun filmlərində, səhv eləmirəmsə, Özgə Ömür filmində bir qadın obrazı var. Rus aktrisa oynayır. Yena Kupçenko. Ay sağ olun. Qonşu qadın. Hə, görün, qadının bütün faciəsini açıb göstərmək olmayıb o filmdə də. Hətta orada da açıb göstərmək olmayıb və yaxud çox sadalamaq olar. Müstəqillik dövründə çəkilən filmlər deyəndə, bax, mən özümdən asılı deyil, avtomatik olaraq şəhid anası, şəhid qadının obrazları gəlir. Məsələn, Dolu filmdə Gülzar Qurbanovanın oynadığı obraz gözəl obrazdır. Amma görürsünüz, orada da tamlıq, bütövlük yoxdur. Bax, Azərbaycan filmində qadın obrazlarının yaranmamasının səbəbi həmin o mental dəyərlərdən gəlir. Bütöv qadın obrazını ortaya qoymaq olmur. Amma orada bir səbəb də axtara bilərik. Baxın, biraz öncə Cəfər Cabbarlını önə çəkdik. Cəfər Cabbarlı o qısa ömrünə o qədər qadını gün üzünə çıxartmağı, qadını işığa çəkməyi, qadını zülmətdən çıxartmağı hədəfləmişdi ki, qadına bir onu xilas etmək sevgisi var idi da, bu sevdası qadını duymağından irəli gəlirdi. Bəli, bəlkə digərlərində sadəcə mən egosu var deyə qadını o qədər dərindən duyulmur. Bəli, o da var. Ola bilərmi? O da var, təbii. Gəl Mədəniyyət Nazirliyinin mövqeyini öyrənək. Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv media şöbəsinin əməkdaşı Ramil Ələkbərovla davam edək. Ramil müəllim, gəlin əvvəlcə müsabiqə ilə bağlı fikrinizi öyrənək. Çünki qalib ssenarilər istehsalı məqsədə uyğun layihə olaraq Mədəniyyət Nazirliyinə təqdim ediləcəkdir. Bizim üçün çox maraqlıdır. Mən qadınam deyərək artıq təşkilatlanan bizim kinematoqrafların ideyaları, ssenariləri nazirlikdə sadəcə məqsədə uyğun olaraq bir qovluqda qalacaqmı, yoxsa mən qadınam layihələri artıq ağ pərdə üzərinə çıxa biləcəkdir? Yəni sizin prioritetlər nədən ibarətdir, öyrənək. Onu gələcək göstərəcək, amma bizim prioritet istənilən halda ölkədə kino mühitinin inkişafıdır. İstənilən kino sahəsində baş verən hər hansı bir müsbət dəyişikliyi biz Mədəniyyət Nazirliyi olaraq dəstəkləyirik və dəstəkləməyə də davam edəcəyik. Necə ki, Kino İttifaqı tərəfindən hal-hazırda elan olunmuş müsabiqə. Mövzuya gəlincə isə onu deyim ki, yəni hazırda elə bir cəmiyyətdə yaşayır ki, tək Azərbaycan olaraq yox, dünya olaraq, yəni patriarxal cəmiyyətdəyik, kişi mərkəzli cəmiyyətdəyik, istənilən şəkildə, istənilən formada bu danışıqlar, bu mövzular, bu kişi-qadın ayrımları mövzuları hər zaman gələcəkdə də olacaq. Bunun nisbətini azaltmaq olar. Məsələn, bayaqda söhbət elədiyimiz filmlərimizdə, kinoda qadın obrazlarının artırılması məsələsinin, onun nisbətini bir balaca artırmaq olar. Amma istənilən halda biz burada vurğulayanlar da olur. Qadınlar belə bəzən kişi düşüncəsi ilə baxır mövzuya. Yəni, bu əsas odur ki, mövzularımızı genişlətməliyik, qadın obrazlarını daha çox önə çıxarmaq üçün, daha çox kinomuza gətirmək üçün bir balaca əhatəmizə baxmalıyıq, biraz zərrəbinlə bir növ baxmalıyıq. Problemlər burada nədən ibarətdir? Bayaqdan söhbətlər getdi, mütəxəssislərin fikirləri oldu ki, müəlliflər məsələsi var. Necə ki, kişi baxışı ilə baxırıq biz bütün mövzulara, bütün cəmiyyətə. Bu cəmiyyətə qadın baxışı ilə baxan müəlliflər olmalıdır. Yəni, qadın müəlliflər önə çıxmalıdır, qadın rejissorlar önə çıxmalıdır, qadın yazarların əsərləri kinoya gəlməlidir. Burada da artıq qadına uyğun, qadının bir növ personajı, obrazı bir növ qabardılmalıdır. Bunu necə izah edeyim sizə? Məsələn, Ramilə xanım qeyd elədi ki, bəzi filmlərdən nümunələr verdi, tutaq ki, qadın obrazları hər tərəfli verilməyib. Əslində, ondan razı deyiləm ki, mümkün deyil bir hər hansı bir obraza, bütün qadınlığı, bütün qadına məxsus bütün o xüsusiyyətləri yükləyib bir tip şəklində dönüşdürmək. Bütün xüsusiyyətləri yükləməsək də ən azından ən mənfi xarakteri olan insanın da müsbət cəhətləri var. Tam obraz onda olur ki, onun yaxşı tərəfini də görə bilək də. Onda obraz tam olur. O təbii, dramaturgiya da elədir ki, hər bir... Və yaxud onun faciəsində ona haqq qazandıra bilək. Biz yox, ha. Tamaşaçı baxsın, bütün bir obraz görsün. Bu qadın yaxşı qadındır, mənfi obrazdır və yaxud müsbət obrazdır deməsin. Mənfisi ilə, müsbəti ilə bu tam bir obrazdır. Adamdır, insandır, qazındır, bəli.
elə olmalıdır. Yəni həyatdan olan bir insan olmalıdır. Onun həm mənfisi olmalıdır, həm müsbət olmalıdır. Tarixə baxsaq, əgər biz Azərbaycan kinosunun tarixinə baxsaq, Cəfər Cabbarlının adı çəkildi. Bizdə qadın qəhrəmanların önə çıxdığı, bəlkə də o vaxt sosialist realizmin təsiri ilə yaranmış filmlər olub, Sevildi, Almasdı, İsmət filmi var, qadın qəhrəmanlarımızın önə çıxdığı filmlər və yetərli qədər normal filmlərdir. Yəni tamaşaçı tərəfindən rəğbət görən və hazırda da dövrü üçündə və indiki dövr üçündə məncə kinoşünas baxışına baxsaq, yəni normal filmlər sayıla bilər. Qadın obrazını biz təkcə məişətdən, ətrafımızda baş verən hadisələrdən, yəni qadını məişətdən önə çıxardıb götürməli deyilik. Yəni biz Nabat filmindən nümunə verdik. Məsələn, tutaq ki, müharibə şəraitində qadının bir növ qəhrəmanlığıdır o. Kəndi bir növ qorumasıdır, müdafiə eləməsidir. Eyni şəkildə, məsələn, Vətən müharibəsindən sonra da biz qadın həkimləri önə çıxarda bilərik və ya pandemiya şəraitində həqiqətən orada bir mübarizə idi, konflikt idi. O konfliktdə öz həyatını, ailəsini, uşaqlarını evdə qoyub başqalarının sağlamlığı üçün çalışan qadınları önə çıxarda bilərik. Bu, belə personajlar önə çıxa bilər. Bundan başqa biz tarixi filmlər, məsələn, Qazaxlar Tomris filmini çəkdilər və yəni əslində qadın tarixi qəhrəmanların önə çıxdığı dünyada da filmlər azdır, çox azdır və türk qadın qəhrəmanının, türk qadın sərkərdəsinin önə çıxdığı bir filmi çəkmək böyük bir təşəbbüs idi məncə. Bizdə də bu təşəbbüslər olmalıdır. Bu təşəbbüslər olduqca Mədəniyyət Nazirliyi də dəstəkləyəcək. O ki, qaldı ssenarilərin Mədəniyyət Nazirliyindən sonra təqdim edilib, onların dəyərləndirilməsi, o da gələcəyin işidir, onlar da dəyərləndiriləcək. Hazırda biz özümüz də müsabiqələr təşkil edirik, layihə müsabiqələri davam edir. Bu müsabiqələr də layihələrin hazırda davam edən müsabiqə sərbəst mövzudadır. Yəni, sərbəst mövzu o deməkdir ki, orada qadın müəllif iştirak edə bilər və ya hər hansı bir kişi müəllifin qadın mövzusunda filmi də önə çıxa bilər. Artıq müsabiqənin nəticələri bəlli olacaq, hansı mövzular önə çıxacaq, hansı mövzular cəmiyyətdə müəllifləri hazırda narahat edir. Müəlliflərdən çox şey asılıdır, filmlərin mövzularının genişlənməsi üçün bizi qane edəcək filmlərin ortaya çıxması istənilən halda müəllifdən asılıdır, müəllifin inkişafından asılıdır, müəllifin baxış bucağından asılıdır. Yəni, cəmiyyətdə baş verən hər bir hadisə kinoya gətirilə bilər. Yetər ki, onun zərəbi ilə çıxardıb, onun dramaturgiyasını tapıb, konfliktini tapıb, tamaşaçı maraqlı şəkildə efirə verə bir nümunə gətirəcəm. Bax, Gənc Tamaşaçılar Teatrında Tamara Vəliyevanın, Mehribar Ələkbərzadə və Kəmalə Müzəffərin ərsəyə gətirdiyi bir tamaşa var. Bu onun tamaşadır, Cəza. Yəqin baxmış olarsınız. Bax, o tamaşada qadın obrazı, həmin o Kəmalə Müzəffərin yaratdığı qadın obrazı çox bütöv, möhtəşəm bir obrazdır. Bax, onu o formada, həmin obrazı kinoya gətirmək elə bir ekran əsəri olar ki, bəlkə nə bilim, dünya miqyasında çıxarılacaq bir film olar o. Çünki orada tam bütöv bir qadın obrazı var. Bütün faciəsi ilə qadının, bütün nə bilim, dünyası ilə, yəni bilmirsən ona haqq qazandırasan, günahlandırasan, sevəsən, qınayasan, bütün o düşüncələr içində çıxırsan tamaşadan. O belə bir obrazdır. Onu kinoya gətirmək çox maraqlı olardı. Məncə də maraqlı obraz olardı. Mən istəyərdim o məqsədə uyğunlar qovluğuna bir daha dönək. Mən əminəm ki, çox maraqlı layihələrlə müraciət edəcək gənclər sizə. Və bütün bu ideyaların məqsədə uyğundur qovluğunda nə qədər gözləməsi qadının cəmiyyətdəki yeri, missiyası və s. gündəm dəyişə bilər və orada daha yeni tələblər, yeni çağırışlar ola bilər və o sənət əsərinə çevrilə biləcək ssenarilər də bir qovluqda qala bilər. Siz özəl sektorla əməkdaşlıq barədə nə düşünürsünüz? Yəni, təkcə Mədəniyyət Nazirliyinin dəstəyi ilə yox, həm də özəl sektorun bir dəstəyi ilə o filmlər içindən bir neçəsini üzə çıxartmaq mümkün olarmı? Yəni, ssenarilərin filmə çevrilməsi istiqamətində. Deməli, birinci hədəf ssenarini önə çıxartmaqdır, istehsal... Ssenarini yaranması. Ssenari yaratmaq. Hətta bizdə bir fikir var ki, bəlkə ən yaxşı ssenariyə, bu fikirdir, bu qərar deyil, istehsalına müəyyən maliyyə xərci ödəyək, əgər onun az büdcəli bir ssenaridirsə. Amma yəni bir obyektiv reallıqlar da var. Yəni nazirlik tərəfindən maliyyələşən filmlərin
prosedur, təsdiq olması proseduru var, tender yoluna olan var, başqa fərdi qaydada müraciətlər var. Yəni bizim borcumuz bu ssenariləri lobbiçiliyini eləməkdir. Biz verəcəyik, üstündə duracaq. Məsələn, bizim bundan əvvəl keçirdiyimiz ssenari müsabiqəsi Qarabağ İnsan və Qələbə yeri gəlmişkən qələbəmizə qədər bir neçə ay qalmış elan eləyən müsabiqənin qalib ssenarisinə Mədəniyyət Nazirliyi Mariya Xanım İbrahimova, Çingiz Rəsulzadənin Alagöz ssenarisi ona maliyyə dəstəyi ayrılıb və o maliyyə paketi tam bir nümunə var. Bu isə burada bunun realizasiya şansı çoxdur, çünki bu qısa metrajlıdır, yəni və o az büdcə tələb edəcək və yeri gəlmişkən biz yəni çox bahalı üstünlük verəcək orta və az büdcəli qısa metrajları ki, o reallaşsın. Sabah bizə müəllif çətin vəziyyətə qalmasın ki, çox pul lazımdır, mənə vermirlər və s. Bir dənə bundan əvvəlki mövzuya qayıtmaq istəyirik. Deməli, qadın müəlliflərin, rejissorların çox olması bu vacibdir təbii və bizim bir də layihəmiz var, onu hazırlayırıq. Məhz qadın yazarlara ünvanlanmış senaristlər üçün yay məktəbi. Orada ancaq qadın yazarlar işləyəcək ki, qadın yazarların ssenari yazmaq bilgiləri artsın, ssenari yazmaq texnikası artsın. Bu ancaq qadın yazarlar üçün. Bu ssenari müsabiqəsi deyil, ssenari bilgilərinin qazanma layihəsidir. Səbirliklə gözləyirik iştirak etmək üçün. Bunu hazırlayır, yay elandır, bunu elan edəcək. Yəni, bu lazımdır. Amma əslinə qalsa, xanım bu sayıda mütəxəssisdir, gender baxışı nəzərindən personajın qadın və kişisi yoxdur. Personaj, Eyüp müəllim demiş ki, insandır. İnsan tanrı konflikti, insan cəmiyyət konflikti, insan valideyn konflikti. Prinsip etibarilə kişi və qadınlıqdan asılı olmayaraq eynidir. Sadəcə müəyyən spesifik özəllikləri var. Amma biz onda burada nəyi əsas edirik? Mən bir qəribə bu Tolstoydan mənə dedilər, mən bilmirdim bu. O deyir ki, Turgenevin fikirləşdiyi bu Turgenev xanımları o yazana qədər cəmiyyətdə bu xanımlar olmayıb. O yazandan sonra sanki cəmiyyəti yoluxdurub bu tip personajlara, bu tip manerada danışan insanlara, bu cür özünü ənənəvi Turgenev xanımı dediyimiz personajlar. Yəni biz bu yaranacaq ssenarilər cəmiyyətdə xanımlara mübarizədə kömək eləyə bilər. Məsəl üçün, ərinin təpkisi, müdürünün təpkisi, yol polisinin təpkisi, qonşunun təpkisinə yanaşan xanıma güc verə bilər. Əgər o filmdə mübariz xanım və qalib çalma hekayəsini görsə. Yəni ona görə lap dərinə getsək, təbii ki, personaj insandır, qadın kişiliyindən asılıdır. Amma cəmiyyətimizdəki uklab dəyişir və o cəmiyyətimizdəki ənənələr dəyişməsi ən birinci növbədə bir xanımın başında çatlayır. Və ona mübarizə lazımdır ki, yəni ki, indi biz minlərlə şəhid xanımı var və birdən-birə sosial, maliyyə, psixoloji bəla qarşısında qalır. Buna güc verən hekayələr lazımdır. Və yaxud da ki, direktorunun təpkisi ilə ləyaqətsiz bir təkliflə üzləşən xanım var. İşim qorxur, işdən çıxsam, balalarım az qalacaq, karyerim dağılacaq və s. Bu halda mübarizəyə sövq edən hekayələr lazımdır. Yəni, cəmiyyətdə bu nümunələr verməlidir ki, qadın çağırışla üz-üzə qalanda desin ki, filan filmdəki bacardı, mən də bacararam. Başa düşürsünüz, bu nümunələr var. Qadını ayaqda saxlayacaq çağırışlar lazımdır. Bəli, qadını mübarizədə güc verəcək filmlər. Əslində, ədəbiyyatın, filmin, incəsənətin elə missiyası elə odur da. Yəni, cəmiyyətə mesaj vermək, nümunələr vermək ki, mən belə qəhrəmanı yaradırsan, o hansısa bir ədəbi qəhrəmanın, məsələn, Almazın fonundan çıxan, tutaq ki, Sevilin fonundan çıxan inqilabdan sonraki Azərbaycan qadınları, təhsilə meyilli Azərbaycan qadınları, mübarizəyə meyilli Azərbaycan qadınları, qəhrəmanlığa meyilli Azərbaycan qadınları. Bəla orasındadır ki, bax, xanım saydı, mən indi fikirləşirəm. Bizim ədəbiyyatımızda uzun illər qadın, Cəfər Cabbarıdan sonra bir də Səməd Vurğun Aygünü yazdı. Sonra qadın, yəni qadın portret olaraq qadın mövzusu ədəbiyyatda qabarmadı. İlyas Əfəndiyevdə də var belə. Yox, portret mən deyirəm. Məsələn, mənim günahım var. Balerina haqqında bir əsərdir. Bir balerina həyatından. Təxminəni deyirsiniz də. Yox, Gürcü familiyası. Gürcü familiya.
Hə, bax Gürcü famili, ssenaridə, filmdə, Əsmər, maraqlıdır, ay sağ ol, düzdür. Yəni, amma çox olmadı. Bilirsiniz, mən nəyə fikirləşirəm, nəyə görə olmadı? Sadəcə, mənə elə gəlir ki, həmin o boşluqda nə qədər Sovet dövründə o qadınlar, qəhrəman qadınlar, tarla qadınları, nə bilim, daha çox onları biz elə televizorda yaxası medallı qadın kimi, sosialist deməyə qəhrəmanı, kombaynçı qadın, daha çox o qadın obrazları oldu. Mübarizəsi var idisə də kolxozda planı ödəmək yolundaydı. Ədəbiyyat üçün o maraqlı dördür. Yazıcı olaraq, müəllif olaraq onun obrazı, məsəl üçün o söhbət indi ciddi müəllifdən gedir. Ciddi müəllif üçün onun obrazını ədəbiyyata gətirmək maraqlı dördür. Ona görə qadın obrazlarının üstündən sükutla keçirilirdi. Daha çox, bilirsiniz necə, daha çox məsələn, mağaza müdürü Zavmaq var idi ki, onun obrazı üstündə qəşəng konflikt qurmaq olurdu, dramaturgiya qurmaq olurdu. Yadıma baxın, Qılınc və Qələmdə İnanc xatın düşdü obraz. Görün, necə möhtəşəm qadın obrazıdır. Çox dərin, möhtəşəm. Bizim indiyə qədər nə ədəbiyyatımızda, ümumiyyətlə, nə kinomuzda Ağabəyim ağa obrazı, məsələn, bax, o qadının obrazı. İlyas Əfəndiyevin Qarabağnamədə var. Qarabağnamədə qısa bir keçir. Belə obraz deyil, belə keçir. Əslində, Ramil xanım, sizin qeyd elədiyiniz adları bir qədər və Ramil bəy də qeyd elədi. Qazaxıstanda Tomris filmi çəkilib. Dünya miqyasında biz Janna Dark filmini də nümunə çəkə bilərik. Belə personajlar, belə obrazlar Azərbaycan tarixindən də çıxarıla bilər. Biz Nüşabə obrazını götürə bilərik. Biz Sarı xatun obrazını götürə bilərik. Məsətin, bu obrazları Əhməd Zavadın Şükriyəsini götürə bilərik. Nə mani olur bizə belə obrazları Cavidan, bizim qələm dostumuz Cavidan, yazıcı Cavidan Məsəti romanı yazıb. Çox maraqlı romandır. Filmi niyə daşıya bilmirik? Məsəl üçün, onun üstündə müəlliflə işləyib, yəni ədəbi material var da, müəlliflə işləyib gözəl bir ssenari eləmək olar. Onu qadın yazıb axı, olmaz. Niyə olmur ki? Niyə bərabər işləmək olar? Nə mani olur Eyüp bəy? Bizə nə mani olur ki, istədim bu suala əslində təfəkkür tərzidir. Məsələn, Eyüp bəy bax dedi, istənilən sənət əsəri sənətkarın, onu yaradanın narahat edən bir mövzudan, problemdən çıxır ortaya. Müəllif əgər narahat edən qadınla bağlı problem yoxdursa, yəni sifariş yoxdursa, sosial sifariş də ola bilər. Yəni onu narahat edən problem varsa, bu mövzu ortaya çıxacaq. Deməli, müəlliflərimizin narahat edən problemlər ortaya çıxmalıdır. Müəlliflərimiz özləri onları narahat edən, daxildən narahat edən... Amma biz son 100 ildə qadının dayandığı yeri və qadının üzləşdikləri problemə baxanda deyə bilmərik ki, maraqsızdır. Amma biz daha çox görürük ki, sanki qələm daha çox kişinin əlində olub, ona görə qadın o qədər də önə çıxmıyor. Vacib deyil, yəni qadın məqamları nöqtəni kişi qoyub deyin. Qəhrəman obrazı sırf ədəbiyyatın da, incəsənətin də artıq beynində bu formalaşıb, nöqtəni kişi qoyur deyin. Bax, o nöqtəni qoyan qadını tapmaq lazımdır. O qadını çıxartmaq. Və yaxud yetişdirmək lazımdır və yaxud imkan vermək lazımdır. Personaj olaraq tapmaq, onu kəşf eləmək lazımdır. Bax, çox ümid edirəm ki, bu müsabiqədə qalib gələn ssenari məhz o nöqtəni qoyan... Şəhid yoldaşının tabutuna girən qadın olacaq, sonra öz övladının tabutuna girən o şəhid anası olacaq. Bax, o obrazlar olacaq. O vaxt, bax, həmin o nöqtəyə qədər ki, qadın necə gəlir və həmin o nöqtəyə çıxır. Bax, çox istəyərdim ki, o senarilər qalib olsun. Əlisə müəllim, bir qədər əvvəl qeyd elədiniz ki, məhz biz müsabiqəni keçirərkən orada nəzərə alacaq ki, çox xərc tələb eləməyən olsun. Bəli, bahalı, çox bahalı. Seçiminizə mane olmayacaq mı? Kimisə ola bilər? Mane olmasa da bu bizim düşünülmüş siyasətdir. Yəni ki, kimsə qadın Lamborghini aldı, yandırdı, başqa Rolls Royce aldı və bunu biz qəbul edirik. Məsələn, süjet xətti çox gözəldir, senari çox maraqlıdır, amma xərci çoxdur. Bu zaman qalib olmaq şansı varmı? Bu biraz qadınca yanaşma olacaq da o zaman xərc çoxdur. Senarini biraz zəiflədəcəklər də, yəni. Yox, senari zəiflətməkdən Senarin büdcənin böyük və kiçiliyi senarin keyfiyyətindən bilirsiniz, müsabiqənin indi biz də müsabiqələrdə iştirak edən müsabiqənin tələbləri var da. Az büdcəli filmlərin çəkilişi reallaşacaq. Amma o yaxşı senaridirsə, artıq onun taleyi ilə bağlı başqa qərarlar, Mədəniyyət Nazirliyi ilə mi, nə bilim, əlaqədə sponsorla mı, yəni əgər yaxşı senaridirsə, o kino ittifaqında peşəkarlar oturublar. Bu xayıfdırsa bu, deməli bunu xayıf eləməyə qoymayacaqlar. Bayaq Əlisi müəllim də qeyd elədi. Yəni bu müsabiqənin vacib cəhəti odur ki, birinci kiməsə stimul verəcək, hər hansı bir müəllif onu narahat edən bir mövzunu yekunlaşdıracaq və mövzu haqqında yazacaq. Və bəlkə də yeni müəlliflər ortaya çıxacaq. Bu müəlliflərin ortaya çıxmazda artıq kinomuza yeni istiqamət verə bilər. İstənilən bu tipli müsabiqələrin
hər bir müsbət tərəfləri olur da. Yəni ki, hər zaman gördüyümüz müəlliflərdən əlavə olaraq yeni müəlliflərin ortaya çıxması, yeni mövzulara yeni yanaşmaların ortaya çıxması artıq kinoda yeni bir cərəyanın bəlkə də yaranmasına səbəb ola bilər. Bu istənilən halda müsbət halda. Hacı, fikrinizi öyrənmək istəyirəm. Sizcə bu müsabiqə, təkcə müsabiqənin üzərindən deyirəm, hələ mayın 15-nə qədər ssenariləri hazırlayıb vermək üçün vaxt qoyulub da. Bu kifayət qədər vaxt ki, bu müddət ərzində və bu ssenarilərin gözləyənlər qovluğunda qalmaması, reallaşmasını nəzərə alsaq, bütün bunlar Azərbaycan kinosunun öz üzünü qadına tərəf çevirməsinə səbəb ola bilərmi? Yoxsa hələ başqa addımlar da atmalıyıq? Təbii ki, səbəb ola bilər, amma başqa addımlar, kompleks addımlar atılmalıdır. Xüsusilə daha çox digər müəlliflərin qadın olması və qadınların özlərini orada görməyi, qadınların filmlər çəkməyi, digər tərəflər var ki, onlar ümumi bir kompleks bir plan halında olmalıdır ki, daha çox kinoda qadın üzləri ortaya çıxsın. Məsələn, beynəlxalqdan nümunə verdi. Azərbaycanda bir konkret ortada nəsə yoxdur. Beynəlxalqda necə oldu bu? Tam son illərdə biz trendlərdə görürük ki, artıq qadın müəlliflər, qadın rejissorlar daha çox çıxır və qadınların hekayələri də daha çox çıxır. Bunun səbəbi nədir? Məsələn, Oscar'da bir Me Too hərəkəti oldu və qadınlara qarşı olan qısnamalar filan meydana çıxdı və bundan sonra qadınlar, ümumiyyətlə qadınlar özləri haqqında danışmağa başladılar, bu hekayələri dedilər və bundan sonra biz gördük ki, qadının hekayələri daha çox çıxmağa başladı və orada maraqlı bir şey də var ki, Oscar özü də bunu dedi ki, gəlin biraz daha dəyişək, bizim öz münsiflər heyətimiz orada akademiyanın üzvlərini dəyişək və qadınları qəbul edilər, müxtəlif insanlar qəbul olundu və bundan sonra məsələn keçən illəri gördük ki, qadın qalib oldu. Bu il də ola bilər ki, yenidən qadın qalib olsun. Bu ümumiyyətlə tək bir ssenari yazmaqla olası bir şey deyil. Çünki tək bir ssenari yazmaq işin bir hissəsidir. Davamlı proses olmalıdır. Davamlı proses olmalıdır. Prosesin davamlılığı mütləqdir. Və digər tərəfdən həmin o qadınların təşviq edilməsi də mütləqdir ki, yəni bütün insanların öz məişət qayğıları var, amma nəzərə alsaq ki, qadınların məişət qayğıları kişilərdən daha çoxdur. Ən azından evə gedəndə kişilər yeməyi pişirmirlər. Məsələn, bizim cəmiyyətdə budur, bu kimi şeylər var da, belə yanaşmalar var. Bunun özlüyü belə müəyyən mənada onların öz incəsənətlərinə, öz peşələrinə daha az vaxt sərf eləməyinə gətirib çıxardı. Yəni, problemlər kompleksdir və hamısı bir-biri ilə əlaqəlidir. Bunları müəyyən mənada ssenari kömək ola bilər. Amma tamamilə aradan qaldıracaq və tamamilə ancaq bundan sonra qadın hekayə olacaq. Yox, mən belə düşünmürəm. Belə düşünməyə ən azından optimistlik olar. Bu, uzun müddətli bir prosesdir. Düzdür, biraz ağırlı prosesdir, biraz çətin prosesdir. Ola bilər ki, məsələn, bir qadın rejissor çıxsın, bir film çəksin, sonra həmin film uğurlu olmasın. Çıxıb deyəcəklər ki, qadın deyirsiniz, bu da qadının çəkdiyi. Amma bu məsələ də var ki, həmin o qadın bir dənə film çəkib, kişilər isə 5 dənə pis film çəkirlər. Bu, bilirsiniz nəyə bənzəyir? Xəbərlərdə tez-tez görülür ki, belə bir xəbər çıxır ki, qadın sürücü qəza törətdi. Halbuki bütün günü kişilər qəza törədir, amma orada qadın sürücüyə vurğu eləyir. Niyə? Yəni bu özü yanaşmanın... Qadın rejissor film çəkə bilmədi. Qadın rejissorun filmi uğursuz oldu başlıqları. Müəyyən mənada bir manevr olur ki... Diqqəti cəlb etmək üçün olsa belə yenə də orada belə bir stereotip yaranır ki, qadınlar maşın sürə bilmirlər. Halbuki bütün günü qəza eləyən kişilərdir. Yəni bu cür şeylər... O vurğulanır. Yəni qadın sürə bilmir. O vurğudur. Sətraltı məna sanki buymuş. Yeri gəlmişəm, əgər düşdü çoxdan mənim ürəyimi narahat eləməsə də qoyduğum başlıqlarla bağlı. Deyin, ürəyinizdə qalmasın. Adını çəkməyəcəm dostlarımızdır. Bir sənət dərgisidir. Və qadın sənət adamları haqqında silsilə yazılar gedir. Və başlıqlar belə olur. Oğlu dəlixanaya düşdü, əri onu satdı, filan şey elədi, filan şey elədi. Sistematik olaraq. Yəni... Siz YouTube platformasında... Yox, bu saytdır. Çünki YouTube'da da məhz belə var və qarşımıza çıxır. Yəni ki, bu qəti yol verilməzdir. Yəni ki... Təəssüf olsun ki, belə. Nə qədər də biz zəng eləyirik, xahiş eləyirik. Bir də görsən, yayımlar da çox olur. Nə qədər şey olsa, insanlar, oxucular belə rəzilliyə öyrəşdirirlər. Bizim vurğu deməyimiz onu yadınıza saldı da, Əlisa bəy. Bəli, siz qaldırdınız, bəli, təbii. Çünki vurğu onun üzərində vurulur. Tamaşaçımız yazır ki, indi bəzi seriallarımız niyə xəyanətlə bağlıdır? Olmaz ki, keçmişdəki kinolar kimi çəkilsin. Biraz öncə də biz məqama toxunduq ki, qadınlar biraz da intriqanı körükləyən obraz kimi əsasən filmlərə və seriallara daxil olur. Yəqin ki, tamaşaçımız onu nəzərdə tutur xəyanət deyərkən.
Bəli, bəli. Çox təəssüf ki, bu belədir. Bir də ki, məqamlara mən toxunmaq istərdim. Danışırdıq ki, gender stereotipləri, amma siz dediniz, əslində mən bilmirəm o rol kim var. Məsələn, Alagöz. Yox, o atın ləqəbidir, xanımın adı deyil. O keçmiş senaridir, Qarabağ mövzulu, o qadın mövzusuna deyil. Yəni, gözəlcə filan, belə şeylərin olması, bu artıq stereotip yanaşmadır. Və deyirsiniz ki, məsəl üçün, qadın və kişi yanaşması yoxdur, personajdır. Mən çox istəyərdim elə olsun, amma təəssüf ki, elə deyil. Çünki əgər filmdə kimsə döyülürsə, yəni xanım nigahdan kənar cinsi münasibət yaşayırsa, o xanım 100% orada sürünür, öldürülür, ata, nəsil, hamı onun üstünə düşür. Amma kişilərin bu məsələyə görə hər hansı bir günahlandırılması yoxdur. Ona görə, yəni, personajda da yenə də stereotip yanaşma var. Hətta bir qonşu qadın obrazı mütləq olacaq ki, bu ifadəni işləyəcək ki, kişidir də. Bəli. Bütün filmlərimizdə bu nümunə var. Döyər, otur, dözməlisən, getmişsən, oradan belə gələrsən, elə gələrsən. Tamila xanım, axı filmlər də cəmiyyətin bir aynasıdır. Elədir, elədir. Biz cəmiyyəti gördüyümüzü orada görürük. Elədir, amma biz cəmiyyəti dəyişmək istəyiriksə, əgər biz istəyiriksə ki, bu bıçaqlanmalar, bu zorakılıqlar niyə var? Dəli Kürdə necə göstərilibsə, elə biz istəyirik ki, elə oradan, elə də davam eləyək, elə də bu fəaliyyətlər davam eləsin. Biz bir dəfə göstərsək ki, hə, xanım getdi, rejissor oldu, xanım getdi, təhsil aldı. Atası dedi ki, hə, mən oğlumu göndərmirəm Almaniyaya, qızımı göndərirəm. Qızımın daha çox, məsələn, talantı var. Məsələn, kinoda bir-iki dəfə bunu göstərsələr ki, xanım həqiqətən də IT üzrə mütəxəssis ola bilər, qadınlara uyğun göstərilməyən bir sahələrdə iqtisadiyyat üzrə bir mütəxəssisdir, bu davam eləyər. Axı biz bunu göstərmirik və həyatda necə olsun? Həyatda hamı görür ki, balaca oğlanlar baxır ki, hə, namus üstündə öldürdülər, o ona söz dedi. Bunu demək belə eləmək lazım. Namus da ancaq qadına aid. Hə, və namusu o qadınlara aid eləyər. Sonra deyirik ki, komik xanım niyə yoxdur? Komik xanım ola bilməz. Çünki biz bəylərdən soruşsaq ki, siz istəyərdiniz sizin xanımınız komik olsun. Cəsarət varmı komik xanımı? Cəsarət varmı ki, bir ata desin ki, mən istəyirəm qızım komik olsun? Niyə Nəsibə Zeynalova olub indi də olsun? Amma Nəsibə Zeynalova bir dəvəsiz istisnalar təəssüf ki, qaydanı pozmur, biz də bildiyimiz kimi. Hansı ata, hansı həyat yoldaşı? Mən deyirəm ki, rejissoram, gedirəm bir ay Qusarda yaşayacağım, orada kino çəkəcəm. Mən deyə bilərəmmi həyat yoldaşıma? Elə birinci növbədə qaynanan deyəcək ki, başa düşmədim, şamın yeməyini kim pişirəcək? Siz konkret özünüzdən danışdınız. Özümdən danışmıram. Mən rejissor deyiləm. Amma öz nümunəmdə də, yəni ən azından bu 100% olacaq dediyi kimi də, yəni bəyin dediyinə dəstək olaraq. Amma biz bunu kinoda eləməməliyik də. Senaristlər və rejissorlar buna diqqət eləmir. Reklam da elədir də. Yuyucu tozun reklamını kim eləyir? Ancaq qadınlar eləyir. Ovalayır, getmir. Dərsliklərdə belə analar daima mətbəxdən qoylanır. Mətbəxdə ana onu eləyir, bunu eləyir. Bilsiz, sonramda dəyişikliyə getmək mümkün deyil. Əgər kişilər bunu görür, bunu istəyirsə. Gözəl bir nümunə var, Tac serialı var, ingilislər çəkilər, çox xoşuma gəlir, The Crown. Orada kişi rejissordur, yəni onun cəsarəti var ki, kişi dominant deyil, xanım dominantdır. Onun həm şəxsi həyatda yaşadığı problemlər, həm ölkənin başçısı olaraq yerinə yetirdiyi rollar daha çox da göstərilir ki, atasından sonra məsuliyyət onun üzərindən düşür və o bu məsuliyyəti öhdəsindən necə gəlir? Niyə bizdə elə olmasın? Kişilər özlərinə sığışdırarmı dominantlığı əllərindən versinlər? Biraz öncə siz Turgenev qadınları misalını çəkəndə də məhz bunu dediniz ki, yoxdur, yaradaq. Filmdən o nümunəni verək. Səbəb olaq, bəli. Sara xanım, mənim xanımın dedikləri ilə bağlı biraz izahım var. Vaxtımız varmı? Əlbəttə, buyurun. Demək, serialla kinonun arasında çox böyük, yəni yerdən göyə qədər estetik fərq var. Filmdə, yəni tam metrajlı filmdə dünyanı Azərbaycan üçün deyir, amma dünyanı xilas edən Azərbaycan qadını da göstərsən, inandırıcı göstərsən, inandırmaq, tamaşaçı ona baxacaq, inanacaq. Filmdə mümkündür. Serialda göstərsən, serialın estetikası və tələbləri başdadır. Serialın sırf auditoriyası var, tamaşaçı auditoriyası var və ona mən yalandan, kosmonavt qadının həyatını, məişətini göstərib, mən onu ekran qarşısında... Biz jurnalist xanımla, tutaq ki, ofisdə işləyən, bankda işləyən, göstərmək olar. Bankda işləyən, jurnalistikada işləyən, Milli Məclisdə işləyən. Tamaşaçı baxmır. Tamaşaçı o intriqaya baxır, konfliktə baxır. O konflikt bir qəzet redaksiyasında da ola bilər. Yaxşı, maraqlı dramaturgiya qursan eləmək olar, amma yenə də inandırıcı obraz. Türkiyə dizilərində, seriallarında elə gözəl o qadın obrazları var ki. Türkiyədə iş qadınları çoxdur. Bizdə 2 nəfər, 3 nəfərdən gedir söhbət iş qadınları. Olsun
olsun da tamaşaçı Çox niyə az diktə spikeri eləməlidir? qadındır, yəni. Tamaşaçı niyə diktə eləməlidir? Tamaşaçı mən istəyəcək, elə- hal-hazırda reytingi yüksək olan verilişlər siz özünüz də bilirsiniz də hansı? Dava, qırğın. Bəli, də bax tamaşaçını ona Yox, kökləyiblər. biz tamaşaçını bəs maarifləndirməyə, tamaşaçını Mən sizinlə razılaşıram. savadlandırmaq. Bu kimin Tamaşaçına vəzifəsidir? maarifləndirici verilişlər, bax bu nədir? Bu tipli verilişlərə tamaşaçı daha az baxır. Nəinki o həmin o sizdə intriqalı verilişlərə daha O çox demək deyil ki, onda bütün komik filmlər çəkək, onu ələ salaq, belə heç kəsin getmədiyi, mənim də marağımda olmayan kinolar çəkək. Axı biz onda necə tələb eləyik? Mən bir nümunə göstərmirəmsə yaxşısını. Mən ancaq pula görə, ancaq pulumu ora ayırıramsa Tamaşaçını necə tələb günahlandırırıq eləyik? həmişə. Son vaxtlar bunu çox Bəhanədir, belə adət bəhanə. Yaxşı eləmişik. çəkək. Bəli, tamaşaçını günahlandırırıq. Tamaşaçının nəyi veririksə onu baxır da. Yaxşını verək də, hamısını bütün kanallarda yaxşı gəlin verilişlər olsun. reallıqdan danışaq. Belə verilişlər Əgər olsun. ana reallıqdan atanı, danışaq. ata O birisi övladı verilişlər axtarır, bu nədir? olur da 4-dən 5-dən veriliş olub. Yəni tanıdığımız tarix boyda, yəni bu qısa tarix boyu. Elə verilişlər olub bir aydan artıq getməyib, bağlanıb o verilişlərdə. Çünki axı bu baxmayın tərəf çoxluq təşkil eləyir və Bilirsiniz, ona siz görə düz deyirsiniz. aparır O kütləni. gerçəkdən skandal olan veriliş və hətta bir serial prodüseri dedi ki, personajdan adını çəkməyəcəm. Qaynanası kürəkənində bir qapaz vuran kimi reytinqi artır orada. Bəli, və bu real. Amma tutaq ki, televiziyadan nümunə gətirim də, intellektual şoular var da, tutaq ki, nə harda, Necə? məşhur Sovetdə vaxtıda. İnsan əyləncə ilə intellekti birləşdirib əbədi bir veriliş yaradıblar, düzdürmü? Yəni onlar o konfliktə, qaynana, gəlin və s. konfliktə ona gedirlər. Çünki bu artıq keçilmiş yoldur. Bu özü heç nə təzə fikirləşmək istəmir. Hazır kalkanı götür, tez bazar yazır, həftənin axırına senaryo Sadə, rahat. Amma daha vicdanla, daha prodüser onu sıxmasa, normal pul versə, televiziya sifarişləri incitməsə onu və ya kino prodüser yəni yeni yolu cızmaq olar və biz Və görərik ki, ümumiyyətlə bütün intellektual bunlar qadınla daha reyting çox kommersiya çətindir. filmində Amma olur mən ki, demirəm, intellektual onlar da qadın maliyyələri yoxdur. üçün Ona baxan reytinqlə intellektual hesablaşmağa qadın bəylər, tamaşası üzr azdır. istəyirəm, bəylər, onlar da maliyyə üçün reytinqlə hesablaşmağa məcburdular. Bunun üçün ölkənin Mədəniyyət Nazirliyi var ki, bu barədə qısa aradan sonra onlar cavab verəcəklər. Bu tələdir. İçeride atışma var. İşləmir. Telefonunu söndürdüm. Bu saatlı bombadır. Yox, Hulki lazım deyil. Hulkinin telefonundan ismarc gəlib. Necədir? Səndən sonra məşğul olacağım. Təşkilat serialı həftə içi 4 gün saat 20:05-də. Artıq addım atmayın. Mina təhlükəsi ilə bağlı xəbərdarlıq. İşğaldan azad olunmuş ərazilərə qanunsuz yolla səfər etmək qadağandır. Vətənə sağ-salamat qayıda bilmək üçün səbirli olun. Bahara doğru günəş yavaş-yavaş torpağı isidir, qızdırır, onu qış yuxusundan oyadır. Bütün bunlar od çərşənbəsində baş verir. Bu çərşənbəni od ocaqsız, tonqalsız təsəvvür etmək mümkün deyil. Arzu edirəm ki, ocağınız heç vaxt sönməsin. Od çərşənbəniz mübarək olsun. Sabaha saxlamadan Azərbaycan filmində qadının yerindən danışırıq. Qısa aradan öncə studiyamızda məhz reyting gətirən verilişlər, filmlər, seriallar müzakirə olunurdu. Bu yerdə biz Mədəniyyət Nazirliyinin münasibətini öyrənmək istəyirik. Mədəniyyət Nazirliyinin əməkdaşı Ramil Ələkbərovu tutacağıq. Biz
kommersiya filmindən danışmaq istəməzdik. Niyə? Bu, onların özlərinin əldə etdiyi vəsait hesabına çəkdikləri filmdir və Mədəniyyət Nazirliyinə birbaşa bağlılıqları yoxdur və onlar kassanın daha çox cəlb olunacağı filmlər çəkməlidirlər ki, vəsaiti toplaya bilsinlər ki, növbəti filmi də çəkə bilsinlər. Ümumiyyətlə, bu bizdə deyək ki, yenidən qurulan bir sahədir müstəqil kino. Deyək ki, elə bir mərhələyə çatmayıb ki, biz onlardan çox da keyfiyyət tələb eləyək. Çünki öncə sənaye qurulmalıdır. Ancaq Mədəniyyət Nazirliyi hər il büdcədən ayrılan vəsaitlə, dövlət sifarişi ilə filmlər çəkilir ki, sizdə artıq mövzular başqadır. Sizdə artıq bir məsuliyyətiniz də var o nümunələri yaratmağa və bizə verməyə. Buyurun, söz sizdədir. Burada hər şey tələb təklif məsələsidir. Məsələn, xanım bayaq Dövlət vəsaiti ilə çəkiləndə də mi tələb təklifdir? Ona gələcəm. Yəni o nümunələri yaradıb təqdim etməli deyilsizmi tamaşaçıya? İstənilən film, istənilən məhsul cəmiyyəti əgər əks etdirirsə, cəmiyyət necədirsə, Əyyub müəllim dediyi formada. Müəllif çalışır ki, cəmiyyətin daha tez başa düşəcəyi bir stereotiplə müraciət eləsin cəmiyyətə, daha anlaşılan, məsələn, ta ki, kişinin qadın döymə məsələsi hər hansı bir oxşar səhnə ilə verilə bilər. Bu, tamaşaçı tərəfindən daha tez anlaşılır, daha tez müddətdə qəbul olunur zehni olaraq və ikinci məsələ də müəllifin özünü yormama məsələsidir. Yormama məsələsi də var, üstəlik olaraq, dediyim kimi, stereotiplərdən daha çox istifadə eləmək məsələsidir. Tələb təklif məsələsi, yəni tamaşaçı daha çox kommersiya filmlərinə əgər baxırsa, bu mövzu hansı istiqamətdə çəkilən filmlər daha çox tamaşaçı yığırsa, növbəti filmlər, növbəti müəlliflər növbəti filmlərin o istiqamətdə çəkməyə davam edirlər. Bilirsiniz, bizə hər ay demək olar ki, yeni çəkilən kommersiya filmlərlə həm təşəkkür məktubu da gəlir, daha çox amma şikayət məktubu gəlir. Gəlin, bunun üzərində dayanaq. Kommersiya filmləri çəkilərkən Mədəniyyət Nazirliyi heç bir dəstək göstərmir, amma təşəkkürləri qəbul eləyir, deyilmi? Təşəkkürlər bizə o şəkildə göndərirlər ki, filan filmin yaradıcı heyətini dəstəkləmək lazımdır, filan film baxımlıdır. Bu artıq təklif oldu. Təklif şəklində olur. O məktubları lütfən təkliflər qovluğuna yerləşdirin. Filan filmi nəyə görə ekranlara buraxmışsınız? Təbii ki, Vüsalə xanım dediyi kimi bizim heç bir filmi qadağan eləmək və qarşısını almaq bir ixtiyarımız yoxdur, səlahiyyətimiz yoxdur, heç istəyimiz də yoxdur. Bizim məqsədimiz kino mühitinin yaradılmasıdır. Kino mühitində bu kommersiya filmləri daha çox çəkildikcə, daha çox bu mühitdə insanlar biçdikcə, müəlliflər öz üzərində çalışdıqca, ola bilər ki, senaristlər hazırda bu tipli işlər üzərində görür. Necə ki, biz Zəhər Tuluğunda gördük, artıq istiqamət dəyişdi. Eyni senaristləri demək olar ki, bir qədər istiqamət dəyişdi. Filmin keyfiyyətində də bu hiss olundu, mövzuda da bir balaca hiss olundu. Demək ki, Ramil bəy, bizim haqqında danışdığımız mövzuya müraciət olunarsa, sizə həmin o dediyiniz təşəkkür məktubları da arta bilər. Əlbəttə. Bəs o zaman müraciətimizə nə mane olur? Bir dənə deyim, yəni İmamsın ağlayanda biraz yox, yəni nə edirəm? Deməli, nazirlik nə edə bilər? Burada büdcədə pul mükafatı 2000, 1500, 1000, 5000 manat. Və böyük deyil, az da deyil. Biraz da münsiflər heyətinin işlədiyinə görə. Yəni 6-7 min manata qısa metrajlı senari müsabiqəsi keçirmək olar. 10-12 min manata isə tam metrajlı bədii film müsabiqəsi keçirmək. Bu, Mədəniyyət Nazirliyi, Azərbaycan kinosuna ayrılan 6 milyon yarım büdcənin yanında çox kiçik bir rəqəmdir. Mənə elə gəlir Mədəniyyət Nazirliyinin aidiyyatı şöbəsi həmişə bir öhdəçiliyi var ki, senarini müsabiqəni keçirdiyimiz onu istehsal eləyim də, istehsal eləyim ki, amma sırf senari müsabiqəsi keçirməkdən qorxmaq lazımdır və hətta bu çox olmalıdır. Məsələn, Rusiyada senari və piyeslər müsabiqə onlarladır. Başa düşürsünüz. Bəzən də pul mükafatı yoxdur, amma nüfuzu vardır. Yəni, mənə elə gələn nazirlik senaristləri, yazarları stimullaşır. Yəni, yazar, köşə yazarı bilməlidir ki, yazsam yaxşı alacaq, 3000, 5000, 10.000 alacam. Yəni, istehsalat öhdəçiliyi olmadan da yazarları stimullaşdırmaq üçün bunu etmək lazım. Bu 5000 manat büdcə nədir ki? İldə 20'sini keçirəz. 2020-ci ilə qədər
o istiqamətdə gedib. Yəni biz ssenari müsabiqələri Mədəniyyət Nazirliyi daimi olaraq keçirirdi və ssenari müsabiqələri məsələn 2009-cu il ssenari müsabiqələrinin qalibləri də keçən il mükafatlandırıldı. Amma dediyiniz problem qalır. Yəni ssenarist müraciət edir ki, mənim ssenarist olaraq qalib gəldim, amma filmim niyə çəkilmir? Məsələn, Əyyub bəy o filmi ssenari müsabiqəsinin qaliblərindən biridir. Filmim niyə çəkilmir? Artıq ssenari portfelində yetərli qədər ssenarilər yığışır ki, bunlar Mədəniyyət Nazirləri bunları müəlliflərdən alırlar. Bunlar məqsədə uyğundur. O portfelin olması çox yaxşı. Məsələn, məşhur Qatarda İsmi Məlikzadənin əsəri illərlə yatıb təsadüfən Ramiz Həsənoğlu Səhibə Məmmədxanlı verib. Yəni, olsun, əvvəl-axır o tapacaq. Çap eləyin, oxusun cəmaat, bəlkə özəl prodüser. Onlara o istiqamətdə ola bilər, çap oluna bilər. Amma bu layihə müsabiqəsi keçirmənin məqsədi odur ki, ssenaristlə, ssenaristlə, prodüserlə, rejissor arasında əlaqələr qurulsun, özəl kino mühiti inkişaf eləsin. Bu məqsədimizə artıq ikinci müsabiqəni belə layihə müsabiqəsi şəklində keçirir. Yəni, istənilən halda əvvəl əgər ssenarist və yazıcı, hər hansı bir yazıcı, hər hansı bir rayonda, kənddə oturub bir ssenari yazıb bizə göndərilirsə ssenari müsabiqəsində, artıq bu təşəbbüs eləməlidir, kino mühitini öyrənməlidir, kino mühiti ilə əlaqədə olmalıdır. Yəni, prodüser, ən zəif cəhətimiz bizdə prodüserlərdir məncə. Prodüserlər, məsələn, layihə müsabiqəsində prodüserlər çalışmalıdır ki, ssenariləri cəlb eləsinlər. Bəlkə də production olaraq onlar ssenari müsabiqəsi elan eləsələr, bu layihə təqdim eləmək üçün daha məntiqli olar ki, onlar öz ssenari portfellərini yaratsınlar. Yəni, Mədəniyyət Nazirliyi bu istiqaməti yarada bilər və dövlət dəstəyini filmlərin istehsalına yönəldə bilər. Bu yönəltmədə müsabiqə şəklində olur. Dövlət sifarişləri və müsabiqələr şəklində. Belə bir təcrübə var da. Yəni, bu müsabiqə biraz vəsait tələb eləyən şeydir də. Bu almanaqlar, nədir, ssenari almanaqları, müəyyən Hollywoodda, məsəl üçün, hər rübdə çıxır o almanaqlar. Özü də müəlliflər ora ödəniş eləyirlər, öz ssenariləri və orada hamı da ssenari göndərir. İstənilər, yəni məhdudiyyət yoxdur. O ssenarilərdə o almanaqlar çıxır və prodüserlər mütləq o almanaqlara baxırlar. Yəni, hansısa müsabiqədən zaddan keçmək deyil. Mütləq o almanaqların içindən seçilir o filmlər və dünyanın Hollywoodun, yəni ən məşhur filmləri o almanaqlardan çıxır, çəkilir çox vaxtı. Belə bir ənənə qoymaq olar bəlkə də. Kino İttifaqımı və yaxud da Mədəniyyət Nazirliyimi, müəllif ora müəyyən ödəniş deyil, mənim ssenarimi təqdim eləyirəm. 50 manatmı, 60 manatmı, nə bilim nə. Həm çapat kömək olur, həm də ki, artıq hansısa prodüser buna abunə olurlar, prodüserlər, prodüser mərkəzləri, o almanaqları alıb baxırlar, oxuyurlar və orada diqqətini çəkən bir ssenari olacaqsa çəkəcəklər. Mədəniyyət Nazirliyi bunu çox rahatlıqla eləyə bilər. Gəlin müsabiqəyə qaydaq, baxın, deyək ki, müsabiqə başa çatdı, çox yaxşı ssenarilər seçildi, Mədəniyyət Nazirliyinə təqdim olundu və bu ssenarilər Mədəniyyət Nazirliyinin məqsədə uyğundur qovluğundan istehsalata getdi, ağ pərdə üzərinə çıxdı. Ancaq bir məsələ var, bu qısa filmlərdir. Qısa filmlərin ölkəmizdə populyarlığı nə qədərdir ki, o qadının həyatına toxuna bilsin? Buyurun, sizdən başlayaq. Qısa filmlər həqiqətən də insanlara çatması baxımından müəyyən qədər problemlidir. Çünki onların metrajı qısa olur və bir seansda onu göstərmək olmur. Hətta bəzən elə olur ki, qısa filmləri biraz daha uzadırlar ki, tam metrajlı film kimi göstərə bilsinlər. Onda da tamaşaçı artıq etiraz edir və sonra baxmır o filmə. Bəli. Burada bunun ən yaxşı variantlarından biri ola bilər ki, qısa filmlərin sayı, məsələn, bir yoxdur, bir neçə birlikdə olan qısa filmlər olur və həmin o almanaq kimi, necə ki, ssenari almanaxı deyilirsə, film almanaqları olur ki, o həmin o qısa filmlər birlikdə bir film kimi, ümumi bir hekayə kimi insanlara təqdim edib, ondan sonra daha çox insana çata bilər. Amma sırf əgər biz qısa filmin özündən danışırıqsa, yəni təkcə bir qısa filmdən danışırıqsa, təbii ki, qısa filmi həm televiziyada da göstərmək problemlidir, həm onu kinoteatrlara çıxartmaqda problemlidir, həm də insanlara da o qədər də maraqlı deyil. Çünki insanlar əgər buna maliyyə ayırırlarsa, pul verirlər, baxmaq istəyirlərsə, təbii ki, nisbətən daha çox vaxt sərf etmək istəyəcəklər. Ən azından bir saat yarım mən buna baxım. Bunun standartı budur. Qısa filmlər isə təəssüf ki, bunu qarşılamır. Amma ən azından təbii ki, qısa filmlərdən bir anda Azərbaycan kinosunu dəyişməyə gözləmək olmaz. Amma qısa filmlərin də öz məsələn belə bir maraqlı bir tərəfi var ki, qısa filmlər həm də yeni rejissorların ortaya çıxması deməkdir ki, onu çəkmək daha asandır. Yeni imzalar var, yeni kino dilləri var. Daha sonra həmin imzalar tam metrajlı film çəkmək istədikləri zaman
öz qısa filmlərini göstərib deyəcək ki, baxın, mən belə bir şey çəkmişəm, bu müxtəlif insanlar tərəfindən bəyənilib, filan festivala gedib, filan yerdə göstərilib və bununla da tam metrajlara yol açılacaq. Yəni bir növ qısa metrajlı filmi də, bu qısa metrajlı senari müsabiqəsində həmin yolun başlanğıcı kimi saymaq olar. Yəni amma yolun özü demə, qadından məncə çox deyil. gənc kinematografın həyatına toxunacaq deyə 52 bilərik. dəqiqə nəzərdə tutulur. Maksimumda. 52 dəqiqə mən deyərdim qısa metrajını vurub keçir. Yəni o qədər də qısa. O beynəlxalq standartdır. Beynəlxalq standarta görə 52 dəqiqəyə qədər qısa metraj sayılır. Bizdə tutaq ki, o kino almanaq var, ömrün səhifələri. Orada 3 film bir yerdə. Biz həm də qısa ona görə seçmişik, qadın müəlliflər və qadın rejissorların onu realizasiya eləməyinə imkan olsun. Yəni ola bilər ki, qadın debütantdır, qadın ilk dəfə eləyir. Onda da seçim var. Yəni orada da qadını fikirləşmişik ki, o zaman sizin şərtlərinizin arasında bu var ki... Yox, o mənada yox. Yəni indi fakt ki, tam metrajlı filmlərin istehsalında qadınlar yox dərəcəsindədir. Yəni ancaq qadınlar mı ssenari... Yox. Yəni arzu ediləndir ki, yəni qadın mövzusunu, əgər qadın rejissor və ssenari olacaqsa, onlar çəkməyə imkanı olsun. Yəni bir var ki, tam metrajlı ssenari müsabiqəsi elan edilsəydi biz, çox güman ki, 80% kişi müəlliflər verəcəkdi. Amma qısa metrajlı ssenaridə verən müəllifləri də qadınların sayı çox olacaq. Radna xanım, sizcə bu izah nə idi? Bu qadınlara güvənsizlikdəndir, yoxsa ümumiyyətlə qadın mövzusuna çox qısa vaxt ayıraq deməkdir həm də, deyilmi? O ekranda yazılır ki, uşaqların saatı başa çatdı, yatmaq vaxtında. Bax, ona bənzətdim mən onu ki, yəni ki, ona görə qısa qoyduq ki, qadınlar da yazsınlar, yəni qadınlar da iştirak eləsinlər, onlara şərait yaradırıq. Onlara şərait yaradırıq ki, onlar özlərini realizə eləsinlər, aşağılamaq, bəli. Böyük metrajlı, tam metrajlı filmlərdə ssenarisini yaza bilər qadın. Şübhə eləmirəm, Nazirlik bizə tam metrajlı ssenarist müsabiqəsinə lazım olan vəsaitin heç olmasa bir 40%-ni versə, biz günü sabah tam metrajlı da elan edə bilərik. Həm də bir şey də var. Baxın, son müstəqillikdən bəri, məsələn, az-az da olsa yaxşı filmlərimiz var da, çəkilib. Bir mənalı şəkildə. Hə, var yaxşı filmlər, amma geniş tamaşaçı kütləsi onu görə bilmir. Bu müsabiqədən qaliblər oldu və Mədəniyyət Nazirliyi o filmləri çəkdi. Onu harada göstərəcəklər? O deyil, nəyə baxacaqlar? Nəyə baxacaqlar? Burada göstərəcəklər. Burada rubrika var. Azərbaycan kinolarını göstərirlər və ictimai televiziyada göstərəcəklər. Space son vaxtlar Azərbaycan filmlərinin nümayişini çoxaldır. ASTV-də göstərəcəklər. YouTube kanalında göstərəcəklər. Əlisabə, mən kinoprokata gəlib çıxmaq istəyirdim. Kinoprokat məsələsinə. Kinoprokatda bir çətindir. Problemimiz çoxdur. Yəni bu bir istiqamətlə təbii ki, kinonun auditoriyasının genişləndirilməsi, təkcə məsələn Bakı şəhərində deyil, rayonlarda insanların yeni çəkilən filmləri izləmə bilmə qabiliyyətinin artırılmasıdır. Bunun istiqamətdə işlər gedir, amma ki istiqamət gördüyünüz kimi kinoda çox genişdir. İstər təhsilindən tut, istehsal başlıca yerdə durur təbii ki, filmin istehsalı, istehsala dəstək. Kino auditoriyasının genişlənməsi, həm ölkə daxilində auditoriyanın genişlənməsi, həm ölkədən xaricdə, məsələn, tutaq ki, bizim əgər 10 milyon əhalimiz varsa, bu əhali üçün çəkilən tam metrajlı film təbii ki, öz qiymətini, məbləğini kassa gəldir, oraya geri qaytarma imkanı yoxdur Azərbaycanda. Ona görə də auditoriya genişləndirilməlidir. Ən azından türk dilli ölkələr, MDB ölkələri nəzərdə tutulmalıdır. Bu istiqamətlərdə də işlər gedir. Amma ondan əvvəl Ramil bəy dediyiniz kimi filmlər ilk növbədə bölgələrə, birinci özümüzdən başlayaq, sonradan... Hansısa festivala gedir filmimiz, biz onun barəsində informasiya eşidirik ki, filan film festivalda iştirak eləyəcək, nə bilim, Oscara namizəd olacaq. Bundan başqa əhali arasında kino savadlığının artırılması istiqamətində işlər gedir. Yəni, məsələn, tutaq ki, bir serialda bir qaynana gəlinini döyürsə, tamaşaçı əgər yolda görüb bu həmin aktrisanı döyürsə, yəni ona cavab verirsə, bu artıq kino savadının az olmasından xəbər verir. Yəni, kino savadının artırılması, əvvəllər Sovet vaxtı, məsələn, səyyar kinoteatrlar var idi, rayonlara gedirdi və xatırlayırsa, əvvəllər daha çox klublarımız işləyirdi. Kənd klubları işləyirdi. İndi şəhər kinoteatrları işləmiş. Məktəblilərə qədər nəzərdə tutulurdu. Məktəb yaşlı uşaqlar üçün filmlərin nümayişi. 10 qəpiklik biletlər. Yəni bu istiqamətlərdə işlər aparılır, amma gördüyünüz kimi biraz çox var. Çox uzun müddətli proses. Şəmkirdə, Sovet dövründə Kinofikasiya İdarəsində işləmiş əməkdaşla danışdım. Şəmkirdə Kinofikasiya İdarəsinin 32 nəfər əməkdaşı var. Şəmkirdə ancaq.
Mən demək, Şəmkirdə yəqin bir dənə kinodur. Necə? Deyir, yox, hər kənddə qurğular var idi, hər kənddə klublar var idi və bunlar hamısı maaş alırdı hər ay. Mən xatırlayıram, kənddən kəndə motosikletlə, eyni qonşu kəndlərdə bir saat fərqlə seans başlayırdı, motosikletlə, plyonkaları oradan ora, bu seans başlayırdı burada. 3-4 məsəl üçün, nədir, babin fırlanandan sonra onu motosikletlə yüklüyürlər, daşıyırdılar ora, növbəti ardı buradan gedib sonra daşıyırdılar. Və müstəqillik dövrü filmlərindən və qadın rejissorlardan, qadın filmlərindən danışırıqsa, Mehriban Ələkbərzadənin Məhkumlar filmini mütləq xatırlamalıyıq. Təəssüf ki, bugün zaman etibarilə Mehriban xanım müzakirəmizdə iştirak edə bilmədi. Onun teatrda məşqi var idi. Təəssüf ki, həm qadın rejissor olaraq, həm də ki, qadın mövzusunu gündəmə gətirərək Məhkumlar filmini. Çox maraqlı filmlərdən biridir Məhkumlar. Bəli, biz Kinomuz var layihəsində Mehriban xanımın iştirakı ilə Məhkumlar filmini müzakirə eləmişdik. Tamaşaçılarımız yazır. Tamaşaçımız yazır ki, mən düşünürəm ki, bizdə çatışmayan ailə filmləridir. Bu filmlərdə insanlarımıza qadın, kişi, oğul, qız fərqi qoyulmadan hər şəxs dəyərli fikir çatdırmalıdır. Belə olarsa, cəmiyyət inkişaf edir. Tamaşaçımızın yazdığı bu mesaj bir növ Tamila xanımın verişinin əvvəlində qeyd elədiyi nüansların bir hissəsini təqdim elədi. Digər tamaşaçımız yazır ki, cəmiyyətin yolu uçuruma gedir həqiqətən. Nə qədər xəyanət, qadına şiddət nümayiş etdirilir. Sonra da onların səsləri cinayət işi verilişlərindən gəlir. İnanın ki, həmişə kişilərin hamısı qadını yüksəkdə dayanmaq üçün hər şey edir. Hətta onları əzərək yüksəyə də çıxırlar. Vüsalə bir məqama toxunmaq istərdim. İnkişaf etmiş ölkələr məhz onların iqtisadiyyatlarının güclü olmasının səbəbi odur ki, onlar qadınları məhz iqtisadiyyata işləməyə daha çox cəlb edirlər və bunun faydasını görürlər. İqtisadiyyatı yaxın olan şəxslər bunun fərqinə varırlar. Bizdə isə, belə deyək, qadın obrazı müqəddəs, dəyər verilən bir obrazdır. Xüsusən də anaların və bacıların timsalında biz o dəyərin, belə deyək, miqyasını ölçə bilirik. Lakin təəssüflər olsun ki, yenə də şiddətə, zorakılığa məruz qalanlar da qadınlardır və həmin o analar və bacılardır. Məhz qadına analar və bacılar prizmasından baxdığımıza görə nəticə belə acınacaqlı olur. Bir müddət öncə Kinoittifaq qadın prodüserlərlə maraqlı bir müzakirə keçirmişdi və orada ümumiyyətlə müzakirənin sonunda bu qənaətə gəlindi ki, Azərbaycan kinosunda qadın prodüserlər daha uğurlu fəaliyyət göstərir və bu qənaətə gəlinir ki, kinoda da çıxış yolu qadının çiyinlərindədir deyəsən. Hər yerdə məsuliyyət birbaşa olaraq onlara yönəlir. Bilirsiniz, məsələn, mən şirkət prodüser mərkəzi təsis edəndə xanımla təsis edim. Jurnal nəşr edəndə xanımlarla nəşr edim və indi Kinoittifaqda da əksər ştat qadınlardır. Yəni, qadınların məsələnin həllinə onlar barışçıdırlar. Onlar səbirlə düyünü aça bilirlər. Sülhsevər. Onlar, bəli, tək sülhsevər yox. Bu, yəni, məsələn, bir düyün də həyatdadır, real düyün olanda. Bunu ancaq qadın səliqəsi, qadın səbri, qadın, öz onların baxış bucağı çox orijinaldır, müxtəlifdir, bizim ənənəvi baxış. Yəni, əslinə qalsa kişilər yaxşı mənada qadın istedadı və ağlını istismar eləməlidirlər. Yəni ki, ona meydan verməlidirlər, başa düşürsünüz. Ona görə qısa filmlər müsabiqəsi keçirirsiniz ki, qadın öhdəsindən gəlməz. İstəyərdim müsabiqəyə yenə qayda. Mən sizin dediyinizdən razıyam. Tam metrajlı qadın mövzulu filmlərin ssenari müsabiqəsi olmalıdır və biz buna da maliyyə ayırmağa hazırıq, amma Nazirlik azca bizə kömək eləsin. Mütləq düzlüyüsü olmalıdır. Nazirlik təbəssümlə cavab verdi. Yox, yəni mən təklif və xahiş edirəm. Nazirliyin bu istiqamətli işləri var. Məsələn, bizim hazırda özümüzün keçirdiyimiz tam metrajlı bədii film ssenarisi sərbəst mövzuda keçirilir. Bu o demək deyil ki, istisna deyil ki, orada qadınlarla bağlı mövzular olmasın, qadın müəlliflərin layihələri qalib gəlməsin. Gözləyib görəcəyik qaliblər kimlər olacaq. Bu eyhamdır ki, qadın olacaq. Yenə kinonu müzakirə edirik, amma yenə də mentalitetə söykənirik. Mentalitet barədə nəsə fikirlər deyir. Hər kəsdə bu barədə nəsə toxunur. Biz incidicidir bu. Hətta kinonu danışanda belə qadındırsa sənətdən danışırıq. Sənətdən danışırıq, mentalitetdən danışırıq. Kinoda kişidən danışsaydıq, əminəm ki, burada mentalitetdən danışan olmazdı. Və Əzazil, o ata deyirlər, ata. Hamımızın fikrində nə formalaşdı? Əzazil, qəddar, nə isə eləyəcək 100%. Yox, siz filmləri nəzərdə tutursunuz, yoxsa real həyatdan nümunə gətirirsiniz? Çünki dediyiniz real həyata aid deyil və ümumiləşdirə bilmərik. Hə, yox, real həyatı demirəm. Kişiləri kinoda elə göstərirlər. Bizim Cəbiş müəllim heç də Əzazil deyil. Bir dənə o Əzazil, əksinə xanım Əzazildir. Hə, bilirsiniz, o istisnadır da. Daha çox biz onu görürük deyə, ona görə cəmiyyətə də sirayət edən odur.
Tamam, o zaman bir qədər əvvəl dediyimiz həmin o zorakılıq və şiddət filmlərimizə, həmin o paradoks filmlərimizə necə gəlməlidir ki, cəmiyyət bundan fayda götürsün? Filmləri necə görürsünüz bir sosial işçi kimi? Filmləri mən elə görürəm ki, bu tənqidi yönümdən göstərilməlidir. Bizdə tənqidi yönümdən göstərilmir. Bizdə elə göstərilir ki, bu normadır, bu yaxşıdır. Onu edən hərəkət, zorakılığı tətbiq edən insan, yaxud düzgün hesab olunmayanda, biz dırnaq arası düzgün hesab olunmayan davranışı göstərən insan hər hansı bir cəza ilə üz-üzə qalmalıdır. Nəyisə itirməlidir. O filmdə məncə daha çox bu sahədə, mən rejissor deyiləm, amma məncə o sarıdan göstərilsə yaxşı olar. Amma filmin adı Ata Ocağıdırsa və orada hər şey atanın üzərindədirsə və atanın kimisə cəzalandırmağı kontekstində müzakirə olunursa, təbii ki, hamı düşünəcək ki, deməli belə olmalıdır. Müsabiqə ilə bağlı bir neçə istəyərdim məqama toxunaq. Baxın, bir neçə biz məqsədlə tanış olanda görürük ki, sosial və iqtisadi problemlərin daha çox qadına toxunduğu, onu çətinliklər altında qoyduğu və s. belə bir izah yazmısınız müsabiqəni elan eləyərkən. Təqdim olunan ssenarilər içindən seçərkən biz ancaq ən yaxşıları seçəcəyik və birdən baxacağıq ki, ancaq sosial problemlərin ağuşunda boğulan, çabalayan, mübarizə metodları axtaran və ya yaradan qadını biz daha çox öncəliyi verəcəyik həmin ssenarilərəmi, yoxsa biz böləcəyik ki, 20% müharibənin həyatına toxunduğu qadın, 20% sosial çətinliklərlə, 20% iqtisadi azadlığını təmin etmək üçün mübarizə aparan qadın bu bölgünü necə aparacaq? Bilirsiniz, yenə deyirəm, ssenari müsabiqəsi heç vaxt bütün aspektləri qucaqlayıb nəzərə ala bilməz. Məsələn, biz Qarabağ İnsan Qələbə müsabiqəsində aksent eləmişdik ki, mütləq qələbəyə inamlı ssenari olmalıdır və mütləq milli yox, insani baxışdan olmalıdır ki, və şərtlə bir arzu edilən nüans var idi ki, Azərbaycan kənarda da göstərilə biləcək Qarabağ mövzulu film olsun. Yəni, sırf bir müasir Babəki yaradan bir ssenari olsaydı, biz ona soyuq yanaşacaqdı. Yəni, biz artıq bir müəyyən bir seçimi qarşımıza qoymuşuq. Yəni, həm o, həm bu mümkündür. Biz bunu götürmüşük ki, biz qadını mübarizədə görmək istəyirik. İçini itirmiş qadına güc verən film görmək istəyirik. Ailəsi dağılmışa. Siz istəsəz də, istəməsəz də bugün qadının yeri onsa mübarizə meydanındadır. Artıq Sovet İttifaqında bizə təqdim olunan, əksər hallarda təqdim olunan müharibədən sonra qadın qaralara bürünüb, övladını bağrına basıb ağlayır deyil. Çünki bugün qadın təkcə göz yaşı deyil. Bugün biz özümüz 44 gün ərzində qadının hansı mübarizəni apardığını gördük. Biraz öncə Ramilə xanım nümunə çəkdi. Ərinin, oğlunun tabutu altında onu son mənzilə yola salan qadını gördük. Bir neçə gün öncə Ukraynada biz müharibənin fəsadlarını süpürən qadının Ukraynanın himnini oxumasını gördük və bu çox sarsıdıcı idi. Yəni, qadının onsuz da yeni dünyada mövqeyi, duruşu dəyişibdir. İstəsəz də, istəməsəz də mübariz qadın qaçılmazdı. Yəni, yeri gəlmişəm, o anotasiyada şanlı qələbəmizdə də qadının rolu qeyd edilmişdir. Amma biz indi müzakirəmizdə bir qayda olaraq ailə sahibi və kifayət qədər orta yaşlı xanımları elə bir beynimizə tutduq. Amma 13 yaşlı qızın, xanımın da bugün cəmiyyətimizdə çox çətin problemlər qarşısında qalır. 15 yaşlı və yaxud da 10 yaşlı bir gənc qızda stereotiplər formalaşır və stereotiplər təpkisində qalır. Yəni, məktəbli qız, institut auditoriyasına gedən xanım. Erkən evlilik qurbanı olan qızlarımız var. Bəli, təhsil hüququ alınan qızlar, məcburi evliliyə verilən qızlar və s. Yəni, bu arzu edilən ki, müsabiqədə iştirak edən müəlliflər bu yaş həddini də nəzərdə alsın. Yəni, hamısı oradan başlayır. Hamısı 12, 15, 10 yaşlı xanımların faciələrindən başlayır, sonra böyük faciələrə gedir. Yəni, bu yaşı da nəzərdə alsın. Yəni, faciənin əsası kiçik yaşlardır. Bəli, əlbəttə ki, orada, yəni, ailədə artıq o görəndə ki, ailə bir cəmiyyətin modelidir. O, orada görür ki, siqnal alır ki, mən buradayam, amma kimlər isə buradadır. O, artıq onun davranış modelinə çevrilir. İnstitutda da, işdə də və s. Tamaşaçımız yazır ki, verilişdə bir fikir səsləndi. Ögey ana filmində qadın obrazı yoxdur. Bu fikirlə razı deyiləm. O filmdə əsl Azərbaycan qadını və ana obrazı önə çəkilib. Kamran Mirzənin yazdığı mesajdır. Bütöv qadın demişik də biz. Deməmişik qadın obrazı yoxdur. Amma kifayət qədər bütövdür. Yəni ki, o tip bölməsi açır, iş açır. Həm ailədə, həm də ki, iş mühiti. Yəni, hər ikisini bizim o dediyimiz bütöv bir qadın obrazı yaradılmayıb mı orada? Yox, yox, bütöv deyil. Baxış bucağıdır, hərənin öz baxışı ola bilər. Buyurun. Yəni ki, tutaq ki, əsmər.
Yəni Əsmər orada gün keçidəki Əsmər. Orada yəni deyək ki, bu cəmiyyətdən nümunə vermir də, deyək ki, yaxşı o nümunə iddiasında deyil. Və yaxud da ki, sırf sevgi hekayəsidir və insan baxanda Əsmər və Oqtay yox, ümumi bu ovqata düşür. Təxminə də nümunə deyil. Təbii, hə. Yəni hərdən sənətin funksiyası sırf sənət olmaq hüququ da var, yəni ki, sosial hədəfləri tutmadan. Tamaşaçımız yazır ki, qadınların üzdə olmamalarının səbəbi onlara bərabər şəraitin yaradılmaması və onların küçümsənilməsidir, yazır tamaşaçımız. Küçümsənilməsi, yəni, nə demək, Azərbaycan sözü yox. Aşağılaması. Aşağılaması. Kiçiltməsi müəyyən mənasında. Həmin o mesajın əvvəlində isə qeyd olunur ki, əgər qadınlara kişilərlə bərabər şərait yaradılarsa, o zaman qadınlar cəmiyyəti və bəşəriyyəti çox irəli aparar. Bu səbəbdən o şərait yaradılmır. Daim yalançılıq, xəyanət, ədalətsizlik olmalıdır. Bunu orada oturanların gülüşləri sübutdur. Axırıncı cümləni bir də deyin, başa düşmədim. Xahiş edirəm. Daim yalançılıq, xəyanət, ədalətsizlik olmalıdır. Bunu orada oturanların gülüşləri sübutdur. Yəni bizim. Yəqin ki, bizim nəzərdə. Biz harada gülmüşüksə tamaşaçı onu götürüb. Əksinə bəy dedi Əsmər obrazı. Mən çox şadam ki, elə obraz olsun. Yəni mən razı deyiləm ki, qadın həyatda ancaq pozitiv, ana, gözəl belə. Təbii, bu xəyanətkardır. Çünki qadın yox, mən Əsməri müsbət nümunədə çəkdim ki, yəni o iş başında zat göstərilmir, amma öz rəyi, öz mövqeyi olan bir insan. Bizim filmdə qadını kişini deyil, insanı görürük həmin filmdə. Yəni mən istəyərdim ki, qadın elə münasibətdə olsun, təxminə kimi olsun. Niyə təxminə kimi xanımlar yoxdur? Sevgi hekayələri də lazımdır. Yəni 21-ci əsrin, bu ilin, bu günün sevgi hekayəsi. Bütün bizim bu reallıqlarla toqquşan, amma öz sevgisində öz hüququnu təsdiq etmiş xanımın hekayəsi də təbii ki, biz sevinərik belə mövzuya. Yəni bu 2022-nin Əsmərinin əhvalatı da lazımdır. Mən bu yerdə istəyərdim ki, müsabiqəyə qoşulmaq istəyən, qoşulmağa hazırlaşan, indi bizim müzakirəmizi izləyən tamaşaçılara üst tutaq və tövsiyələr verəsiniz. Xüsusi olaraq hansı məqamlara toxunmaq lazımdır ki, 21-ci əsrin sevgi hekayəsində də, mübariz qadında da və s. və ilaxır obrazlara yaradarkən diqqət eləməli olduğumuz məqamlar nədir? Çünki biz cəmiyyətdə biraz öncə xəbər başlıqlarından danışdıq. Bizim saytların xəbər lenti demək olar ki, 95% qadınlardan ibarətdir. Öldürülən, əzilən, haqqı pozulan. Əlisa bəy müsabiqənin şərtləri və ümumiyyətlə arzuladığı, yəni həm də ittifaqın arzusudur. Bu ittifaqın rəsmisi kimi öz arzusunu, şəxsi arzusunu deyir, həm də müəyyən mənada bir neçə faizi də bu ittifaqın arzusudur. Kifayət qədər, yəni o rəngarəngliyi sadaladı burada və bayaqdan da biz müzakirə eləyirik. Yəni müəyyən qədər ipucuzu vermişik ki, biz hansı qadınlara, hər kəsin bir istəyi oldu, hər kəsin öz təfəkküründə olan qadın obrazları olur. Burada bir neçə ipucu verildi ki, necə qadın obrazları ya. Amma nə yaradırlar, yaratsınlar, nə yaradırlar, nə təqdim edirlər, eləsinlər, səmimi və kinonun tələblərinə, yəni sırf səmimi olsunlar. Nə özlərini aldatmasınlar, nə tamaşasını aldatmasınlar. Özləri inanan mövzulara toxunsunlar ki, mən bunu bacaracam. Məsəl üçün, bizim o gənc qardaşımız, Hacı qardaşımız müsabiqədə iştirak edib, qalib olub. Mən çox sevindim. Məsəl üçün, o qalib olmaq çox gözəldir də. Amma hər kəs düşünməsin ki, mən mütləq qalib olacam. Hər kəs ən yaxşısını yazmağa çalışsın, amma hər müsabiqənin cəmi 3 qalibi olur. Yəni, bu da reallıqdır. Və onunla da sınmasınlar, inciməsinlər. Yüzlərlə bəlkə də müsabiqəyə material gələcək, oxuyacaqlar bunu. Amma 3'ü qalib gələcəkdə və ən yaxşısı mən güman edirəm ki, qalib gələcək. Bu, heç kəsə həvəsdən salmasın. Olur. İnsanlar bir dəfə müsabiqəyə qatılırlar, sonra müsabiqədən, məsəl üçün, sınırlar, inciyirlər ki, yox, burada nələrsə baş verir, nə bilim nə. Mən inanmıram ki, məsəl üçün, bu təşkilata buna tutaq ki, 5.000, 3.000 burada pul qoyub müsabiqə fondu ayırıbsa, burada nəsə başqa maraqları olsun. Bu, sırf kinonun inkişafına xidmətdirsə, hamı çalışsın, özündə inam hiss eləyən, özündə o dramaturqluq hiss eləyən, nəsə qura bilən varsa, mütləq yazsın, özünü sınasın. Bu dəfə alınmayacaqsa, valla, gələn dəfə mütləq alınacaq. Mən buna əminəm. Əlavələriniz var mı? Buyurun. Mən onu demək istəyərdim ki, dram olsun da, yəni yazılan senarilərdə ümumiyyətlə mən bunu görürəm ki, bizdə Azərbaycanda yazılan senarilərdə problem odur ki, konflikt ya düzgün tapılmır, ya tapılan konflikt o qədər kiçik olur ki, o konflikt dərin qatlara enə bilmir. Çünki konflikt bir neçə qatlı olmalıdır. Qatların dərinliyinə endikcə insan psixologiyası, insan xarakteri ortaya çıxır. Bu insan xarakteri ortaya çıxandan sonra da bəşəri bir nəticə ortaya çıxır. Yəni biz
təkcə Azərbaycan, mövzu Azərbaycanda keçsə belə, qadın Azərbaycan qadını olsa belə, o həm də bəşəri bir qadın olmalıdır. Yəni bu həmin o səviyyəyə çatandan sonra artıq demək olar ki, ortaya çıxacaq iş yaxşı bir iş ola bilər. Təbii ki, bu qatılanların hamısına uğur arzu edirəm. Ümid edirəm ki, yaxşı nəticələri çox yaxşı olar. Belə. Mən bəşəri qadın olmalıdır fikri ilə. Azərbaycan qadın zaten bəşəri qadındır. Onu sadəcə bəşəri təqdim eləmək lazımdır. Bəli, mən də elə onu demək istəyirəm. Yəni, sırf özümüzdən yenə də obraz kəşf eləməyək. Azərbaycan qadınını, amma onu bəşəri təqdim eləyək. Bəşəri dediyim zaman, bəşəri məsələn, insan psixologiyasını deyirəm. Bəli, onu böyük təqdim eləməyi bacaraq. Öz yükündə təqdim eləmək, olduğu kimi təqdim eləməyək. Yəni, olduğu kimi gördüyümüz o sıradan olduğundan artıq üstünə qoyaq, bəşəri təqdim eləyək də, yükünü artıraq. Və eyni zamanda tamaşaçı da o obrazı cəmiyyətdə görsün. Bəli, obraz inandırıcı olsun. Güclü qadın obrazı görmək istəyirəm. Güclü nə mənada? Məsələn, ənənəvi ədəbiyyatlarda, filmlərdə qadın çox miskin vəziyyətlərə düşür, çox sarsılır, çox zora məruz qalır, çox alçaldılır və nəhayətdə bu qadın gəlib güclü qadın obrazı olur. Yox, elə istəmirəm. İstəyirəm ki, qadın əvvəldən güclü qadındır və bütün o məhrumiyyətlərə, bütün o zora, bütün o çətinliklərə rəğmən güclü olduğu kimi də güclü çıxır o situasiyalardan. Bax, elə bir qadın obrazı görmək istəyirəm. Biz onu güclü göstərməliyik, yoxsa onu güclü edən situasiyalardan o necə keçdi ki, güclü oldu? Onu göstərməliyik, deyil mi? O zaten güclüdür. Və o keçdiyi situasiyalardan da, o çətinliklərin hamısından keçdi, amma güclü olaraq qaldı. Miskin vəziyyətə düşmədi. Gücü olmasa keçə bilərdim o situasiyalardan. Sonunda yenə güclü olaraq qaldı, onu demək istəyirəm. Qurumaq bax budur da elə, əsas məsələ budur da. Buyurun, sizin fikirlərinizlə tanış olaq. Mən sadəcə yenə də deyirəm, tərəfdarıyam ki, həyata və həyatda elə bir nümunə, yaxşı nümunə olunacaq bir təkrar heç kəs görmək istəməz. Elə dediyimiz kimi təkrar olunacaq, amma Janna Dark da gözəl. Bəlkə o yaxşı bacı idi, ana idi, bəlkə də yaxşı omlet pişirirdi. Amma heç kəsi maraqlandırmadı. Onu tam başqa tərəfdən göstərdilər və bu çox gözəldir. Fokusu bəlkə elə dəyişsək, ana, bacı, gözəl. Omlet pişirən və Janna Dark, hə? Bəli. Yəni, kameralar mətbəxdə, qonaq otağında qurulmamalıdır, evdən kənara çıxmalıdır. Bəli, bəli. Onun cəmiyyətdəki mübarizəsini görməliyik. Bəli, bəli. Və uşağı uğrunda mübarizə aparmasın da, heç olmasa nə? Məsələn, Erin Brockovich yadıma düşdü. Çox xoşuma gələn filmdir ki. Gözəl filmdir, gözəl nümunədir. Niyə bizdə elə bir... Bizdə bəlkə ondan da artıq ssenarilər var, elə tarixçələr var. Ona biz niyə diqqət yönəltirik? Nümunələr var, filmə gəlməz, ssenariyə çevrilməsi lazımdır. Amma yenə də unutmasınlar da, ssenaristlər unutmasınlar ki, əgər bugün haqq qazandırırlar kişiyə ki, döyə bilər, öldürə bilər, bıçaqlaya bilər, namusa görə hər şey eləyə bilər, onunla biz mütləq həyatda rastlaşacaq. Mən buna əlavə eləmək istəyirəm, bayaqları danışırdıq o mövzunu. Xüsusilə Azərbaycanda bunu görürük ki, həmin o zorakılıq məsələsi çox həssas bir məsələdir. Çünki orada biz bəzən görürük ki, rejissor və ya ssenarist həmin o zorakılığa, həmin o baş verən şey haqq qazandırır. Yəni, birbaşa olaraq haqq qazandırmasa da bunu göstərir ki, bu qadın bunu elədi, buna görə bunu yaşadı və bu zorakılığa... Gecə vaxtı küçədə nə gəzirdi ki, zora məruz qalsın. Bu cür problemlər olur ki, orada da biraz məncə özlərini inkişaf elətdirməlidirlər ki, həmin o yozumları verməsinlər. Çünki artıq insanlar da bunu anlayırlar. İnsanlar artıq o qədər hər şeyin fərqindədirlər ki və o hər şeydən o qədər xəbərdardırlar ki, onu gördükləri zaman açıq, aydın şəkildə buna deyirlər ki, yəni bu düzgün bir məntiq deyil. Həqiqətən də o ssenari yazanların da dünyaya baxış səviyyəsi də müəyyən səviyyədən yuxarı olmalıdır ki, düzgün həll və yozum verə bilsin ki, yanaşma da bəşəri olmalıdır demək ki, biraz öncə dediyiniz kimi. Yanaşmaları bəşəri olmalıdır. Bəli, yanaşma bəşəri olmalıdır və dövrlə ayaqlaşmalıdır. Yəni 50-ci illərdə olan yanaşma ilə yazsan, o heç vaxt indiki tamaşaçılar bunu qəbul eləməyəcək. Çünki orada artıq onu qəbul eləmir. Yəni deyir ki, sən niyə qadına qarşı zorakılıq eləməlisən? Onu nə etsə belə bu düzgün bir yanaşma deyil deyir. Bunları da nəzərə almaq lazımdır. Onun üçün də biraz özlərini yetişdirməlidirlər ki, söhbətə biz necə yanaşaq. Son dəqiqələrimizdir. Mən belə düşünürəm ki, ümumiyyətlə geniş mənada sənətin məqsədi insana xidmətdir və insanın həm məqsədi insana xidmətdir, həm də mövzusu insandır böyük mənada. Yəni qadın və ya kişi ssenari yazan müəlliflərdən də xahiş edir ki, əgər kino ssenarisi yazırlarsa, mütləq dramaturgiyanın prinsiplərini müəlliflər qeyd elədilər, prinsiplərini bilsinlər.
orada yəni mən güclü insan lazım deyil. İnsan bir personaj, obraz lazımdır ki, onun müəyyən çatışmazlığı da olsun, müəyyən sirri də olsun, məqsədi olsun və müəyyən tərəddüdləri də olsun. O məqsədə getdiyi yolda qarşılaşdığı maneələr olsun. Bu maneələri insan dəyişərək, inkişaf edərək, film boyu, ssenari boyu inkişaf edərək son məqsədə çata bilsin. O bu şəkildə məncə ssenari olsun. Və müzakirələrin sonunda şəxsi və subyektiv fikrim budur ki, filmlərimizdə həmin o qadınların, xanımların obraz olaraq təkmilləşməsi və cəmiyyəti onları bir model olaraq qəbul etməsi üçün biz təkcə filmlərimizdə deyil, cəmiyyətimizdə xanımların önəmini dərk etməliyik və bundan sonra onları filmə daşımalıyıq. Və bundan sonra gün o gün olsun ki, biz o mərhələyə çataq ki, artıq filmlərimizdə kişilər və yaxud qadınlar deyil, insanı müzakirə eləyəcəyimiz mərhələyə gələk çataq. O zaman sənəti də müzakirə eləyə biləcəyik. Biz sabah davam edəcəyik. Bugün çərşənbə axşamı münasibətilə bizə tamaşaçılarımız təbrik yazıb. Biz də o çərşənbəsi münasibətilə tamaşaçılarımızı təbrik edirik. Sabah davam edəcəyik. Sağ olun. Sabah yeni vaxtda görüşmək ümidi ilə hələlik.